Axşamınız xeyir olsun uşaqlar. Axşamınız xeyir müəllim. Axşamınız xeyir. Bu gecikənlər nə məhsəbə qulluq eləyir, mənə həqiqətən çatmır da. Mən gərək hər, axşam bir dənə dəvətnamə göndərəm qrupa ki, bəs gəlin, xahiş eləyirəm sizdən, qoşulun dərsə. Vaxtını elə bil bilmirlər dərsin, qonaq gəlirlər hər dərs. Yoxdur orada bəziləri. Tunar nədir indi yazıb, bax 3 dəqiqə gec atdı. Linkin olacağını məlumat verdi ona görə. Tapdım, gəldim mən. Hə, bildim, yaxşı. Deməli, yoxdur burada Toğrulgil, nəsə. Gəlin başlayaq. Deməli, sonuncu dəfə nə keçmişdi? Sonuncu dəfə keçmişdi sizdən qrafika mövzusu. Mənə kim deyər, sizcə RGB rəng modeli additiv idi, yoxsa subtraktiv idi? Yəni, rənglərin cəmlənməsi ilə olurdu, yoxsa subtraktiv rənglərin çıxılması ilə olurdu? Kim deyər? Rənglərin çıxılması ilə. Siz deyirsiniz ki, RGB rəng modeli rənglərin çıxılmasıdır, hə? Müəllim, axı hamısında toplanmır. Cəmlənməsi idi, cəmlənməsi. Rənglərin cəmlənməsi idi, ay bala. İşıq şüalarının cəmlənməsindən yaranan rəng modelləridir, belə başa düşün. RGB rəng modeli ümumiyyətlə additiv rəng modelidir. Biz fikir verirsiniz, RGB-nin altında qırmızını istəyiriksə, yalnız boş otaqda qırmızı rənglə doldururuq oranı. Nəsə bir mövcud rəngi çıxmırıq ki, orada. Deməli, bu additivdir. Amma SMYK rəng modeli nə idi? Tutaq ki, biz siyan rəngin kodunu istəyirdiksə, qırmızı, yaşıl və mavi rəng dolu qabdan götürürdük biz, qırmızını çıxırdıq və nəticədə nə alınırdı? SMYK alınırdı da. Ramilə, oxuyanda niyə normal oxumamısan ki onun orasını? Özü qayıdıb deyirsən ki, mənim subtraktivdir, yalandan. Sonra, mən deyin görüm ki, ümumiyyətlə raster təsvirləri vektor təsvirlərə çevirmək çətindir, yoxsa mümkünsüzdür? Mümkünsüzdür. Bu da Mümkündür, vektorizatorlarla mümkündür. Mümkündür, vektorizatorlarla mümkündür. Bəli. Suzana, orada cümlədə ola bilər ki, mən orada dedim keçən dəfə sizə bir əlyazma atacağım tələbənin qeydinə. Orada yazıb ki, mümkünsüzdür, o səhv edir. Onu mən qrupda dərs keçəndə demişdim, axı demişdim orada fikir verərsiniz. Hə, orada o mümkünsüzdür demək olmaz, bu yanlış olar. Mümkündür, sadəcə vektorizator, yoldaşın düz dedi. Bəs hansı vektorizatorları tanıyırsınız? Vektorizator deyəndə hansılar ağlınıza gəlir? Kimsə tanıyır vektorizator? Hadi biz. Corel Trace. Sağ ol, düz deyirsən. Corel Trace də var, düzdür. Corel Trace, bir də Adobe Streamline var. Bəli, düzdür. Yaxşı, mənə deyə bilərsinizmi ki, raster qrafik təsvirlər əsasən təsvirlərin yaradılması üçündür, yoxsa onların redaksiyası üçündür? redaksiyası üçündür. Bəli. Amma yarada da bilər. Amma yarada da bilər, afərin. Bəs vektor təsvirlər əsasən yaradılma üçündür, yoxsa onların redaksiyası üçündür? Əsasən yaradılma üçün. Bəli. Bəs görün bu nəyin tərifidir? Regular strukturlar əsasında yaradılan təsvirlərdir. Raster. Rasterdir, regular strukturlar. Xeyr, fraktal. Vektor müəllim. Vektordur, Samiq, bəli, vektordur. Çünki regular strukturlar qaydalı strukturlardır. Qaydalarda da müəyyən bir riyazi qayda tələb olunur. Riyazi qaydanın da tələbi yalnız vektorda idi. Və fraktallar ümumiyyətlə riyazi hesablamalar əsasında generasiya olanlar idi. Orada konkret proqramlaşdırma dilidir. O ayrı-ayrı, o qatışdırmayan. Bu əsas işlək olan qrafik
redaktor proqramları raster və vektor qrafik redaktor proqramlarıdır. Rasterlar da təsvirlərin yaradılması üçün deyil, onların redaksiyası üçündür demişdik. Amma vektorlar təsvirlərin yaradılması üçün idi və orada müəyyən riyazi dəqiqlikləri olmalı idi. Çünki deyirdim çertyoz işlərdir. Binanın layihəsini qururlar, çertyojunu qoyurlar. Orada riyazi dəqiqlik olmasa o bina nətər qurula bilər? Aşar ki, orada kampın koordinatı, onun dərəcəsi, hamısı bunlar düzgün şəkildə hesablanmalıdır da. Bugünkü dərs sizdən çox narazı qaldım. Keçən dəfə sizdən çox razı qalmışdım. Bugün nə oldu yenə də? Bu nətər dərs oxumaqdır, yalandan. Deməli, yaxşı. Biabırçılıq. Utandım yerizə mən. İnşallah ki, siz də utanırsınız öz yerizə. Yaxşı. Mənə deyin görüm ki, Paint, Picture, Photo Paint, Tux Paint, Raster. Picture Publisher, bunlar rasterdir. Bəs Corel Draw, Adobe Illustrator, bəli, bunlar vektordur. Bəs 3D Maya, ZBrush, Lightware ölçülüdür. Yaxşı. Bəs. Mənə deyə bilərsinizmi ki, Apophysis, ondan sonra Ultrafraktal, ondan sonra Hasbro, bu 4 qrafiki növ redaktorun hansındaydı bu xassiyyət ki, əsas xassiyyəsi özünə oxşarlıq xassiyyəsidir? Fraktal. Bəli, fraktal idi. Bu nəyin tərifi olar görün? Riyazi hesablamalar əsasında avtomatik generasiya olunan təsvirlərdir. Fraktal. Həndəsi Fraktaldır. Həndəsi obyektlərdir və əsas minimal elementi və fraktaldır, düzdür. Bəs yaxşı. Görün, bu nəyin tərifidir? Riyazi cəhətdən təsvir olunan həndəsi obyektlərin spesifik tipli təsvirləridir. fraktal idi. Düz deyir yoldaşımız, fraktal idi. Suzanna, Ölçülüdür mən. Suzanna, yalnız və yalnız fraktalın bircə dənə tərifi var. O da riyazi hesablamalar əsasında avtomatik generasiya olunan təsvirlərdir. Ondan başqa onun tərifi yoxdur. Sən nətər öyrənmirsən dərsi bu səfər? Orada həndəsi fiqur ən kiçik. Yox, o həndəsi fiqur ola bilər, o minimal elementi, onun tərifidir. Mən ağzında deyirəm ki, riyazi cəhətdən təsvir olunan həndəsi obyektlərin spesifik tipli təsvirləridir. Yəni, hər həndəsi obyektdən burada söhbət gedə bilməz. Xüsusi həndəsi obyektlərdən söhbət gedir. Çünki bu vektorlardan axı riyazi dəqiqliklərlə çertyoz işlərində istifadə olunurlar. Çertyoz aciz binanın layihəsini quranda binanın layihəsi nəyə oxşuyur? Düzbucaqlı kubun elə kub formasına oxşamır onun forması. O da deyir ki, indi hər həndəsi obyekti bura aid eləmədə o spesifik, xüsusi bəzi təsvirlər var ki, həmin onlar da bizim üçün vektor hesab edilə bilər. Ona görə demişdim ki, vektorun 2 dənə tərifi var. Birinci tərifi bu idi ki, regular strukturlar əsasında qurulur, yəni mütləq qaydalarla qurulmalıdır, yoxsa bina aşar təpəmizə. İkincisi də o idi ki, riyazi cəhətdən təsvir olunan həndəsi obyektlərin spesifik tipli təsvirləridir. Başqa da bunun yox idi. Sonra dedim ki, fraktalın tərifi isə yalnız budur. Riyazi hesablamalar əsasında avtomatik generasiya olunur. Vektorda mən nətər riyazi hesablama apararaq generasiya edəcəm binanı? Şəkili quracam, sonra riyazi hesablama edəcəm, bina olacaq. Yox. Elə şey olur. Mən də dedim, bu fraktalda olur da, özünə oxşarlıq xassiyəsi olduğuna görə 20-yə 20, 20, 20 verəndə bu olursa əgər kvadrat, 20, 20, 40, 40 verəndə bu olurdu düzbucaqlı. Misal üçün, nə bilim, 20, 40, 30, 30 verəndə olurdu trapesiya. Görürsən, riyazi hesablamalarda rəqəmləri dəyişdirsin, təsvirlər avtomatik generasiya olunurdu. Özünə oxşarlıq xassiyəsini qoruyaraq dördbucaqlılar sinifindən olan həndəsi obyektlər bizə nəticə olaraq təqdim edilirdi. Onun minimal elementi həndəsi obyekti idi də. Vektorun minimal elementi həndəsi obyekti idi. Daha vektorun minimal elementi nə idi? Xət. Onlar xətlər idi də. Sən həndəsi obyektin minimal elementi olmağı fraktalda idi. Bəs rasterların nə idi minimal elementi? Pixel nöqtə. Yaxşı. Printerin ayırt etməsi hansı idi? DPI idi, PPI idi, yoxsa LPI idi? Printerdə. LPI. Ay qız. LPI Ramil, bu nətər dərs öyrənməkdir? Printerçi LPI. LPI-dir da. Elə də birinci dəfə də eşidirsən? Skanerlə printer eyni deyildi. Skanerlə printer hardan eyni oldu? Skanerə DPI-dir. Digitalizerlə printer eyni idi. Mən özür dilərim.
Hesab zad eləmirəm, üzürlü. Axırıncı dəfə olsun belə Mən cavab verməyi. sizdən əvvəl 2 saat dərsdən çıxmışam, başım donur, o cür hamısını qatıb qarışdırıram. Qaçdırma bir zəhmət Ramilə xanım. Sonra, mənə deyin görüm ki, orijinal təsvirlərin aid etməsi nə idi bə? DPI. O DPI idi. Bəs ekran təsviri əməliyyat sisteminin əsas vasitəsidir. O PPI idi, bəli. Bəs yaxşı, mən deyə bilərsinizmi ki, SMYK rəng modelində C var, CMYK-da C hansı rəngdir? Adı nədir o rəngin? Al qırmızı deyir. Qırmızı, yaşıl, bir də üç rəngin qarşılığında. Şey, o sırğa çiçəyi. C sırğa çiçəkdir, hə? Bəli. Ay bala, C siyan rəngi idi də, açıq mavi. M idi sırğa çiçəyi rəngində, magenta. Magenta sırğa çiçəyi idi, magenta. Sırğa çiçəyi rəng M idi, al qırmızı. Sırğa çiçəyi görməmisiniz ömrünüzdə? Belə bardovi güllər olur, belə üzü aşağı dururlar. Budağın üzərində. Bənövşə rəngində, hə, bənövşə rəngində. Bütün rəngləri qarışdırdınız. Bənövşə Bugün rəngində. bizə nə sor? Sizə bu gün biabırçılıq, siz bir dəqiqə utandım mən sizin yerinizdə, valla. Siz utanın, qızarın, ümumiyyətlə danışmayın. Mən tək-tək sual verəndə, toplu sual verəndə çaşıb Elə qalır. toplu çox gözəl cavab verirsiniz axı Sabina. Tək-tək də vəbşim 3 saat oturaq burada. Belə ümumi danlanırıq da, nə gərək? Yaxşı, mən deyin görüm ki, bilmirəm bu demişdim, deməmişdim. Amma məncə bu vaxtda opsi dərslərdə demişdim ki, monoxrom rəng hansı iki rəngdir? Monoxrom. Ağ-qara. 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 Yaxşı, bütün kodda Ağ-qara. F varsa bu ağdır yoxsa qara? Hamısı sıfırdırsa Qara. bu qaradır. Ay sağ ol. Deməli bütün rənglərin cəmlənməsi ağ verir, bütün rənglərin çıxılması bizə qara rəngi verir. Düzdür. Bəs yaxşı. Mənə deyin ki, görün bu hansı, sizcə, bax, görün bax, bu dediyim cümlə nəyin müsbət cəhəti, nəyin mənfi cəhətidir? Deyirəm, miqyasın artıranda, yəni şəkili böyüdəndə onun keyfiyyəti itir. Keyfiyyət itəndə bu hansının rastırdır? Bəs keyfiyyəti təsir etmir, keyfiyyəti təsir etmir, bu vektor. Renk tonlarının ardıcıllığını bir-birini izləyir bu ardıcıllıq, renk tonun ardıcıllığı bu rastırdadır. Effekt vasitələri, emal vasitələri çox azdır. Azdır. Azdır, vektordur. Ay, sağ olun. Bəs yaxşı, deyirəm ki, düyün nöqtələri boyunca redaktə etmək imkanı olur. Götürürəm bir xətləri o yana bu yana eləyirəm, xətləri və o redaktə olunur. Xət deyirsə vektordur. Bu vektordur. Düyün nöqtələri boyunca ümumiyyətlə xət dedim, hər zaman vektor olmalıdır. Xəttin uzunluğu yaddaşa təsir harda edir? Rasterda yoxsa rasterdə təsir edir. Çünki rasterdə xətt uzandıqca onun piksellərin sayı artır. Ona görə uzunluğa təsir edir. Vektorda isə xəttin uzunluğu yaddaşa təsir etmir. Nəsə bu qədər kifayətdir. Başlayaq dərsimizin davamına. Gələn səfər belə öyrənməyin. Heç razı qalmadım sizə. Mənim yeni dərs keçək, gələn dərs yaxşı öyrənərik. İnşallah görəklər. Başladım yeni dərsə. Bir sual verim də zəhmət olmasa. Buyur, istəmirəm. Bazar gününə hara qədər salacaqsınız sınağa? Bazar günü sınaq edəcəyik. Göndərəcəm sizə də sınağı onlaynda. Ramilə, sən bu mövzu salmamışam. Bu mövzudan qabaq nə keçmişiksə salmışam sizin qrupa. Misal OCI-dən bilmirəm sual salmışam, salmamışam. OCI modelin lokal şəbəkədə. Hə, lokal şəbəkədən 3 dənə sual salmışam. 2-dən ya 3-dən. Da bilmirəm orada OCI var yoxsa yoxdur. OCI onun bir hissəsidir. İndi mən lokal şəbəkədən salmışam. Ola bilər OCI olsun, ola bilər olmaz. Başdan lokal şəbəkədən. Deyim də, ölçü vahidlərindən salmışam, say sistemindən salmışam, alqoritmdən salmışam, hardwaredən salmışam, softwaredən salmışam, əməliyyat sistemindən salmışam, lokal şəbəkələrdən salmışam, qlobal şəbəkələrdən salmışam. 8 mövzu. Mən bir də deyə bilərsiniz zəhmət olmasa. Day demirəm, bu qədər şey sintezdən. Bax ki, bu mövzuda, kitabın arxasına bax, Rəqsanə, Word, Excel, PowerPoint, bir də Access, bir də bugünkü mövzu. Bu çıx yerdə qalan hamısını salmışam. Mən deyirəm, müəllim soruşam. Hə, Ramilə demək istədim, bildim. Tanıyıram onu səsini. Nəysə də, bəsizdir. Yəni bu tərəfə görüm. Sizə nə maraqlıdır ki, özdə hansı nə salmışam, nə də salmamışam. Nə yazılır? Yəni gəlib ruhdan düşmək istəmirəm də. Ruhdan zaten düşməyəsən, keçdiklərimiz gəl yenə. Deməli, nəsə, ya Allah, başladıq dərsimizə mənim əzizlərim. Deməli,
Deməli, biz başlayırıq sizlə bugün Paint proqramına. Paint proqramı xüsusi bir dərs deyil, qrafika mövzusunun bir hissəsidir. Düşünürəm ki, bu il Paint proqramından sizə sual gələcək. Qrafika mövzusu əsasən mən 3 formada təqdim edirəm. Bu 3 bölgüdə keçirəm də, amma bu günləri qurtaracam da. 2 bölgü bu gün keçəcəm sizə. Qrafika mövzusunun birincisi olur ümumi qrafik redaktorlar haqqında danışmaq, hansı ki, raster, vektor, üç ölçülü, fraktal bunlar haqqında danışmağımız. Bir hissəsi olur Paint proqramı, bir hissəsi də olur riyazi, elə ki, məsələn, şəklin zadın yaddaşını tapmaq, nə bilim, videonun həcmini hesablamaq da biraz məsələ hissəsi olur. Bunun 3 bölmədəndir. Yəni belə deyək onda. Nəzəri hissəsi var, praktik hissəsi var, proqramla, bir də riyazi hissəsi var. Biz sizə bu nəzəri hissəsini keçmişik. Bugün isə mən sizə yarım saat bunun Paint proqramının praktiki hissəsini ayıracağam. Yerdə qalan yarım saatı da sizlə qrafika mövzusunun məsələlərini ayıracağam. Misal üçün deyəcəm ki, 256 vurulsun 512 pikselli olan təsvir RGB rəng modelində kodlaşdırılanda bunun yaddaşda tutduğu kilobaytlar həcmi nə qədər olacaq? Misal üçün bu cür bunun izahını verəcəm sizə. Hamı diqqətlə qulaq assın. Təzə tələbələrimdən də qoşulanlar diqqətlə qulaq asın. Çünki Paint proqramı müstəqil bir proqramdır. Heç bir dərslə asılılığı yoxdur. Başladıq. Paint proqramı adından da göründüyü kimi P hərfi ilə başlayıb. Bir dənə deyin görün P hərfi ilə başlayan qrafik redaktorlar hansı növə aid idi? Aferin. Yadda saxlamışdıq ki, P rusca R-dır. Ona görə ruscadan P R olduğuna görə bizə, ona görə bu raster qrafik redaktordur. Deməli, uşaq, çünki bütün P-ların hamısı raster idi. Siz bilməlisiniz ki, Paint proqramı raster qrafik redaktorudur. Paint proqramında həm təsvirləri yaradıb, həm də onları redaktə etmək, hazırlamaq mümkündür. Lakin hər iki funksiyanı özündə daşısa da, raster qrafik redaktoru olduğu üçün əsasən təsvirlərin yaradılması üçün deyil, onların redaktə edilməsi üçün daha əlverişlidir. Lakin bizə sual versələr ki, Paint proqramında təsvirlər yaratmaq mümkündür, deyəcəksiniz, əlbəttə ki, mümkündür. Niyə görə mümkün olmasın? Burada həm təsvirləri yaradırıq, həm də onları redaktə edirik. Raster qrafik redaktorlarından mən birinci sizlə başlayıram. Bura 2 dənə təsadüfi bir fiqur çəkirəm. Çəkdim, bax, bir dənə belə bir fiqur. Bir dənə də gəlirəm, bax, shape bölməsinə 2 dənə bura fiqur çəkirəm. Sabah sizə sual verərlər. Deyərlər ki, shape bölməsində hansı fiqurlarımız mövcud deyil sualını verərlər. Ümumiyyətlə bilin ki, gəlin belə deyim, Paint proqramının interfeysi haqqında sizə danışıram. Hələ bu şəkilləri qoydum qırağa, shape ilə qoydum qırağa, biraz o tələsdim dedim. Deməli, siz ümumiyyətlə uşaqlar bilməlisiniz ki, Paint proqramı açılanda bunun ən yuxarı hissəsi var. Baba, bu hissəsi, ən yuxarı hissəsi bizim üçün başlıq sətri adlanır. Başlıq sətri, bax, ən yuxarı, bax, bu hissəsi, bax, bu zolaq, başlıq sətri adlanır, axıra qədər. Başlıq sətrinin sağ hissəsində idarə etmə düymələri mövcuddur. Hansı ki, biz X-la, yəni close əmri deyirlər buna. Bununla proqramdan çıxırıq. Bununla pəncərəni əvvəlki vəziyyəti boyda edirik. Sonra bir dənə maximize olanda, beləncə bir dənə 4 bucaq olanda elə bunu böyüdürük. 2 dənə 4 bucaq olanda əvvəlki vəziyyətinə qaytarırıq. Bu da minimize edir, götürüb yığır bunu belə aşağı. Yəni bağlamır da proqram. Sadəcə minimize edir, yığır aşağı ki, sən lazım olanda geri yenə orada yenə götür, aç yenə. Deməli, bu başlıq sətrinin sağ hissəsində olan idarə etmə düymələri X closedur. Proqramı bağlayır, ümumiyyətlə proqramdan çıxışdır. Düyməsi də Alt F4-dür, bilin. Alt F4-ü də vursam, bu X-in əvəzini eləyəcək. Bu bizim üçün restore-dur. Bax, fikir verirsiniz, üstündə saxlayanda restore deyir. Restore yəni əvvəlki vəziyyətinə qaytarır. Amma 2-dədir kvadrat. Fikir verirsiniz, 2-də kvadrat sanki üst bəzdir. Amma bir dənə belə vuranda, bu nə belə olur? Altda proqram var deyə, avtomatik yığılır. Əslində belə qalmalıdır. Bir dənə restore vuranda olur, pəncərə bu boyda. Düzdürmü? Bu burada bir dənə belə 4 bucaq olanda bu maximize edir, böyüdür. Bu da minimize edir, dedim, bura aşağı yığır. Nəsə, bu idarə etmə düymələrimiz. Gəldik sol tərəfə. Uşaqlar, bura sürətli müraciətlər paneli adlanır. Sürətli müraciətlər panelinə İngiliscə Quick Access Toolbar deyilir. Nə deməkdir sürətli müraciətlər paneli? Tutaq ki, mən bax, bu vedrə işarəsindən tez-tez istifadə edirəm. Bu mənim üçün vacibdir. İstəyirəm ki, bu mənim əlimin altında qalsın da. Mən bunun üzərinə sağ düyməyə basanda belə bir şey açılır. Deyir, Add to Quick Access Toolbar. Add, əlavə et. Hara? Sürətli müraciətlər panelinə. Bax, vedrə gəldi, dayandı burada. Pastiyanı bu mənim əlimin altındadır. Video da girsə mənim əlimin altındadır. Homa da girsə mənim əlimin altındadır. Pastiyanı bu mənim əlimin altında qalacaq. Nə bilim, mən deyirəm ki, çox istifadə eləyirəm bu text box, yəni mətin qutusundan. Pastiyanı istəyirəm ki, əlimin altında qalsın ki, ona sürətli şəkildə müraciət edeyim, ondan işimi görüm. Yəni, sağ düyməyə vururam, Add to Quick Access edib o qoyuram bura.
və yaxud da bura qoyduqlarımı sağ düyməni vurub remove edib oradan götürə də bilərəm. Eyni zamanda buradakı əmrlərlə yanaşı bunun burada bir quş işarəsi var. Buradan da əmrləri ora yığıb və yaxud da quşu qabağından götürüb oradan əmrləri oradan silə bilərsiniz. Bəs deyə bilərsiniz ki, ay Tunar müəllim, yaxşı da burada əmrlər zaten var da. Biz sağ düyməni vururuq, belə istədiyimiz əmri gedirik bunun üzərinə əlavə edirik də, düzdürmü? Bəs burada da bu quşun içərisinə niyə bəzi əmrlər qoyublar ki, ona görə ki, burada qoyulan əmrlərin çoxu file tabının əmrləridir. Bu file tabının əmrləridir. Bu file tabının da əmrləri uşaqlar arxa plan olur deyə, backstitch olur deyə. Ona görə o əmrlər bir qayda olaraq da belə deyək də, faylın idarə edilməsi üçün vacib olan əmrlər olduğuna görə, ona görə bunu artıq bura qoyublar. Çünki file tabı belə interfeysdə görünmür, backstitchdir, yəni arxa plan menyusudur. Belə ön planda görünmür deyə oradakı əmrləri məsəl üçün new'dur, open'dur, save'dir, print'dir və s. ki, bu əmrləri burada qoyublar ki, bunu qoy öz yanında qalsın. Bunlar daha vacibdir. Proqramın idarəsi üçün vacib olan elementlərdir. Yaxşımı? Bu belə. Deməli, sürətli müraciətlər panelində biz tez-tez istifadə etdiyimiz əmrləri yığırıq. Bu getdi. Düşdüm aşağı. Bax, bu adlanır bizim lentamız, lent. Lentə oxşayır. Buna baxın, yığıram, lentanı açıram, yığıram, lentanı açıram. Bu lentanın burasında file'dır, home'dur, view'dur. Bunlar tablarımızdır, tab. Yenə vurğulayıram, tabdır. Home bizim üçün tabdır. View bizim üçün tabdır. Hər bir tabın özünə məxsus olan qrupları var. Misal üçün, home tabının clipboard qrupu, image qrupu, tools qrupu, shape qrupu, colors qrupu mövcuddur. Brush qrupu da var. Bu qrupları mövcuddur. Misal üçün, view tabının zoom qrupu, show hide qrupu, display qrupları mövcuddur. Deməli, biz tab deyəndə bunları nəzərdə tutacaq. Bunları mən indən sizə öyrədəcəm. Worddə də siz Worddə də eyni şeyləri bunlardır da. Worddə də bu cürdür. Worddə mən başlayanda sizə inşallah gələn dərsdən siz bilin də tabın qrupunun nə olduğunu. Bugün keçdim sizə. Tab deməli buradakılardır. Bax, bu yuxarı lentanın yuxarısında olanlar. Hər bir tabın özünə məxsus qrupları var. Bu qruplar belə bir xətlərlə ayrılır. Siz bu cür təyin edin qrupları və aşağısında hər birinin adları yazılır qrupların. Hər bir qrupun içərisində isə özünə məxsus olan əmrləri mövcuddur. Misal üçün, image qrupunun select, crop, resize, rotate əmrləri mövcuddur. Tools qrupunun, nə bilim, qələm, rəng, belə deyək, qabı, text box əmri, nə bilim, pozan əmrləri, yaxınlaşdırmaqdan ötürü olan mövcud əmrləri var. Nə bilim, shape qrupunun, nə bilim, outline, fill və figure qutusu olan bir əmri var. Misal üçün, nə bilim, clipboard qrupunun paste, cut, copy əmrləri mövcuddur. Yəni, tablar və onlara qruplar və həmin qrupların içərisində olan əmrlərdən ibarətdir. Ən aşağı isə uşaqlar, ən aşağı, ən aşağı sətir. Misal üçün, bizə deyir ki, hal-hazırda sənin miqyasın 100%-dir. Burada bir göstərir ki, sənin miqyasın 100%-dir. Yerində oldu 200%. Yaxşımı? Burada oldu, məsəl üçün, mən vəziyyətim bildirir. Şəklin vəziyyətini deyir. Deyir, hal-hazırda mövcud şəkil 130-un 131-ə, yəni bu 920-nin 445-ə, yəni bu cür bizim üçün, belə deyək, təsvirlərin vəziyyəti haqqında olan bizə məlumatları verir. Təsvirlərin vəziyyəti haqqında olan məlumatları verir. Ona görə biz bu sətrə deyirik ki, status bar, yəni vəziyyət sətri adlandırırıq. Bu oldu sizə proqramın interfeysi haqqında olan məlumatım. İndi başlayıram proqramdan əsasını danışmağa. Deməli, biz sizlə bu günləri birinci Paint proqramının Home tabının qrupları və onlarda olan əmrlərindən danışacağıq. Birinci mən sizlə başladım Shape qrupundan danışmağa uşaqlar. Shape qrupundan biz müxtəlif fiqurlar əlavə edə bilirik. Amma burada sonsuz sayda fiqurlar yoxdur, deyin biləsiniz. Sabahları sizə burada mövcud olan fiqurların bəlkə də adını soruşmazlar, amma mövcud olmayanların bəzi mən bilirəm, sizə nəyə soruşarlar, nəyə soruşmazlar. Mən deyim, siz bilin. Sabah sual verərlər ki, Paint proqramında Shape qutusunda hansı fiqurlar yoxdur? Yoxdur. Deyəcəksiniz ki, trapeziya, hiperbola və parabola fiqurları yoxdur. Deyin biləsiniz, bazada belə bir sual var. Unutmayın. Misal üçün, üçbucaq var, nə bilim, kvadrat var, dairə var, ellips var. Ellips bilirsiniz də, yəqin ki, ellips bu da, belə, bu ellipsdir bizim üçün. Bu kəsib, belə, buca çevirəndə olur, belə əyri də, sanki belə bir əyri bir xət, bunun yarısı da deyim. Bunun yarısı, misal üçün, bizdə hiperbola deyə görür ki, bunun yarısını çəkməkdən ötürü ən az bir fiqur yoxdur.
Başa və yaxud da bunu bir də beləçinə bir qolları yuxarı olan bir şey, bir fiqur çəkməyə imkanımız olsaydı, onun məsəl üçün olardı bizim üçün parabola, bax o da yoxdur, düzdürmü? Ona görə də siz bilin ki, sabah sual verərlər sizə, modeldə var, modeldə bazada var bu sual. Deyir ki, shape qutusunda hansı fiqurlar mövcud deyil? Bilin, hiperbola, parabola və trapesiya yoxdur. Nəsə göndərəcəm indi, onsuz materialda var, yazmışam. Bu belə. Sonra uşaqlar, bunlar belə lazım deyil. Misal üçün bu həmin fiqurun içərisinin rəngi necə? Bundan başqa hansını soruşsa var da, yəni. Hansını soruşsa var indi deyəndə ki, yerdə qalan soruşacaqları burada çox həndəsi fiqurlar vardı. Ona görə yəni o çox soruşmazlar da. Belə də bir sən öyrən. İndi üçbucaq var, kvadrat var, dairə var, romb var. Yaxşımı? Yəni belə cavab verə bilərsən əslində istəsən. Amma yəni deyirəm də sən olmayanları bilginə olan fiqurlarla bağlı hər hansı bir sual yoxdur bazada. Bu belə. Shape qrupu bu qədər. Burada da burada çəkdiyimiz təsvirlərin içərisini rənglə doldururuqsa fill, çərçivələrin rəngini dəyişdirmək istəyiriksə outline əmrlərindən biz istifadə edirik, onların rənglərini dəyişdirə bilərik. Nəsə bunlar lazımdır. Əsas shape qrupundan dediyim hiperbola, parabola və trapesiyanın burada olmamağını bilin. Müəllim, bu colors, outline var ha, outline. Ancaq o shape'in içini rəngləyir də. Yox, outline bax bu çərçivənin rəngidir. Bax məsəl üçün belə var, mən rənglədim. Ay, görsən belə marqaniz rəng elətdə, bənövşəyi rəngini elədi. Sizin qırmızı rəng. Nəsə, indi gəldik uşaqlar sizlə tools qrupundan danışmağa. Tools qrupu nə üçündür? Tools qrupunda birinci bu qələmdir. Götürürəm burada qələmlə şəkil çəkirəm. Məsəl üçün bir də birinci top şəkil çəkdim. Bu nədir? Bu qapalı sahənin içərisini rənglə doldurur, vurğulayıram qapalı sahə. Misal üçün buradan bir də rəng qutusunu seçək, yaşıl. Bax bunu bu vedrəyə yandırmışam, axı bax, qapalı sahəyə vururam, görsən onun içərisini rənglə doldurur. Qapalı sahəyə. Sonra Mən bir dənə bir şey deyirsəm olar. Onunla filin fərqi nədir? Onunla filin fərqi. Heç bir fərqi yoxdur, eyni şeydir. Eyni şey. Bəli, bəli. Sonra deməli, bu nədir? Bu mətn qutusu, text boxdur. Mətn qutusu əlavə edir. Misal üçün mən gəldim bura, belə qeyd edib bura yazıram ki, Tunar. Və Tunar bura yazıldı, düzdürmü? Kənara vururam. Gedirəm indi Tunarın yanına başqa yazılar əlavə eləməyə. Buna bax qoymur. Qoymur yazmağa əlavə eləməyə. Silə bilmirəm. Backspace silmir. Deyir ancaq gedib bunu pozanla silə bilərsən. Onda Tunar müəllimin keçən dərs dediyi söz gəldi, çıxdı da meydana. Mən demişdim, sabah sual verirlər. Paint proqramında mətn əlavə etmək olurmu? Deyin, bəli, olur. Və istəyərlər mətn formatında yadda saxlamaq olurmu? Deyin, yox olmur. Yalnız qrafiki təsvir, yəni şəkil formatında yadda saxlaya bilərik. Və bunu da biz bu günləri sübut elədik. Tunarı əlavə eləyə bildik, amma o mətn kimi saxlaya bilmədik. Mətn kimi saxlasaydıq, backspace-lə onu silə bilərdik. Getdi pozanla sildik. Sanki elə bildik ki, flamasterla yazmışıq, klaviaturla yazmamışıq. Bu belə. Sonra pipetka işarəsi bilirsiniz nədir? Misal üçün gəlirəm mən bunun buradan rəngini götürürəm. Gedib digərinə vuranda həmin gəlir bunun da misal üçün bu niyə olmadı? Deyək ki. Düzdür uşaqlar. Gördünüz, mən gəlirəm vuram, gördünüz. Bunu vururam. Bayağı sonuncu rəng qutusu var idi, ondan gəlməyə lazımdır. Ondan gəlirsən, pipetka işarəsindən bunun rəngini götürürsən, bu avtomatik vedrəyə çevirir və gəlir bunun da içərisində rəngindən doldurur, bunun da içərisində. Pipetka da buradan götürüb rəngi oyacaq aparırsan. Bu mentor birisi nədir? Yaxınlaşdırmaqdan ötürüdür. Təsviri belə yaxınlaşdırmaqdan ötürü gördünüz, yaxınlaşdırdım. Lupa işarəsi də özündən də göründüyü kimi. Deməli, tools bizim qrupumuzda nələr mövcud oldu? Qələmimiz mövcud oldu, text qutumuz mövcud oldu. Məhdud sahəni rənglə doldurmaqdan ötürü əmrimiz mövcud oldu, pozanımız mövcud oldu. Pipetka da, yəni bunun indi adı yoxdur elə. Şəklini çəkəcəklər ki, bu nə edir? Deyin, hər hansısa bir fiqurun rəngini digərlərinə köçürdür. Bir yaxınlaşdırmaq oldu bizim üçün. Yəni, lupa ilə baxmaq oldu təsvirə. Bu da oldu bizim üçün tools qrupu. Brush qrupu da fırçadır da. Biri var qələmlə yazsan, bir də var fırça ilə yazsan. Bundan ötürüdür. Fırça kimi belə yazır. Bundan ötürüdür. Bax, bu üç dənə sizlə danışdım. Sonra gəldim. Size qrupu nədir? Size qrupu uşaqlar xəttin qalınlığıdır. Misal üçün, mən qələmim hal-hazırda bu qalınlığında yazır da. Mən gəlib bunu bura qoyanda mən biraz daha qalın yazacaq. Yəni, bu xəttin qalınlığıdır. Gəldim Colors qrupuna. Colors qrupu nə üçündür? Burada bizim Color 1 və Color 2 olmaqla iki rəngimiz var. Bunlardan Color 1-i əsas rənglərdir. Color 2 isə əlavə
parametrlərin rəngidir. Color bir əsas obyektlərin rəngi, color 2 əlavə obyektlərin rəngidir. Məsələn, color bir əsas obyekt burada nə ola bilər? Mənim qələmim, mənim fırçam, mənim nə bilim rənglə doldurulmaqdan ötürü fiqurların məhdud sahələri olan əmrim. Yəni əsas rəng mənim qələmimin rəngi olar da burada, düzdürmü? Amma color 2 fikir verin, məsəl üçün bu belə edirəm. Bu əlavə, misal üçün pozanın zadın rəngidir, lazımsız. Pozan sarı rəngində postun hər yeri. Görürsünüz, bunlar əlavə rənglər deyirlər. Amma color bizim üçün əsas obyektlərin rəngidir. Sonra burada edit color'dır. Bax, bu modelinizdə var. İndi inşallah birazdan sizə mən atacağım dərsin sonunda quiz. Həmin quizdə görəcəksiniz. Dövlət İmtahan Mərkəzi sizə bu təqdim etdiyi modelində deyir ki, edit color'la nə etmək mümkündür? Deyəcəksiniz, rəng qutusuna yeni rəng əlavə edirik. Misal üçün, siyan rəng deyirdiniz. Deyib, daha siyan rəng bu rəngdir təxminən. Biraz bu yaşlıntı deyək. Bu rəngi təxmin elədim. Okey, vurdum, gəldi, düşdü bura, həmin rəng. Aydın oldu. Bu da belə. Belə istəyirsinizsə, siyan rəngin konkret sizə deyim də mən. Deməli, siyan rəng orada qırmızı olmurdu da, 0 olurdu. Bu fişlər nə rəng olurdu? Bu fişlər də olurdu 255, belə açıq dəniz mavisi deyirlər ona. Yəni, sizə əsl siyan rəngin nə rəng olduğunu göstərdim. Bu da oldu sizin üçün siyan rəng. Gəlin, bir də bunu da biz buradan rəng məhdud sahəni rəngləməkdən ötürü əmrimizi aktivləşdirdik. Sizin üçün siyah rəng. Yaxşımı? Magenta da istəyirsiniz gəlin sizin üçün qurum. Ürəyinizdə qalmasını bilin. SMY-də M olmurdu da. Bura 255 yazırıq. Magenta deyirsiniz. Bəli, magenta rəngi. Bu da 0 yazırıq. Okey, vurdu. İşte gəlin indi bunu da gətirək, bunun içərisini buraya. Bu da sizin üçün oldu magenta rəngi. Siz yellow'da da yəqin ki bilirsiniz də. Sarı rəngi yəqin ki tanıyırsınız. Limon rəng. Sonra apensin rəngi, apensin narıncı, limon. Alma rəng. Məsələn, bütün günü yeyirsiniz o meyvələrdən, dərs oxumaqdan başqa bütün işlərlə məşğulsünüz. Məsələn, o rənglər də sarı rəngdir. Bu da belə. Sonra gəldim sizlə. Deməli, edit color nə oldu? Edit color rəng qutusuna yeni rənglər əlavə etmək üçündür. Gəldik, çıxdıq sizlə image qrupu ilə clipboard qrupuna. Image qrupunun əmrlərindən select əmri var. Select əmri seçmək üçündür. Obyektləri seçməkdən üçün. Məsələn, bu obyekti seçdim, indi kopyalamaq istəyirəm. Bundan ötürüdür. Misal üçün, deyim, məsələn, gəldi, bunun burasını seçdim, bu hissəsini seçdim. İndi gəlirəm, bunu kopyalamaq istəyirəm. Bu kopyalayanda hardan kopyalarayam uşaqlar? Bax, copy ilə kopyalayaram. Gətirərəm bunu bura, paste ilə onu yapışdıraram. Deməli, mənim üçün, image-dən atlandım clipboard-da, indi bu əlaqətdə izah edeyim, sonra keçərik bura. Uşaqlar, clipboard qrupu bizim üçün mübadilə buffer qrupudur. Mübadilə buffer qrupunun 3 əmri var. Copy köçürmə əmridir, vurğulayıram. Ctrl-C-dir düyməsi, köçürmə. Köçürmə. Cut isə yer dəyişmədir, yer dəyişmə. Buna düyməsi Ctrl-X-dir. Niyə görə Ctrl-X deyirik? Çünki qayıtı X hərfinə oxşayır deyə. Ctrl-X deyirik buna. Kəsmək deyil, müəllim. Kəsməkdir, bəli, kəsməkdir, düz deyirsiniz, kəsməkdir. Amma Azərbaycanca adına kəsmək əmri demirlər, deyirlər yer dəyişmə əmri, yaxşımı? Yer dəyişmə. Çünki bunun mahiyyəti nədir? Misal üçün, düz deyirsən. Deyirsən ki, mənim bu mahiyyətinə görə mən bu ulduzun yarısını gəlib buradan kəsirəm, gəldim bunu kat edirəm, bax, kəssin götürdün oradan. Görün, yoxa çıxdı. Ayda, pozanın rəngini eləmişim. Gözün görün, pozanın rəngini ağ edək, yoxsa əsəbləşdirəcək. Bircə dəqiqə. Gəlirəm ta ki, mən bu ulduzun yarısını götürürəm, buradan seçirəm, kat edirəm. Yəni, mən bunu buradan kəsdim. Gətirirəm, deyirəm ki, bunu bura yapışdırmaq istəyirəm. Paste-lə yapışdırdım. Gətirdim, bura yapışdım. Yəni, belə deyək də, copy, paste həm copy-nin, həm köçürülmə əməliyyatının onu xodunu alın. Həm də ki, yer dəyişmə əməliyyatının yekununu yapışdırmaqdan ötürdür. Sadəcə copy, köçürmə ilə kat yer dəyişmənin fərqi ondan ibarətdir ki, köçürülmüş fragment yerində qalır. Paste-lə yapışdıranda da həm əvvəlki yerində qalır, həm ondan bir nüsxə yapışdırılır. Cut-da isə o yerində qalmır, ümumiyyətlə yerindən götürülərək digər yerə yapışdırılır. Paste-in də düyməsi Ctrl-V-dir. İndi sabahları sual verərlər sizə Paint proqramında. Gəlin, mən də bu sualları sizə verim, yavaş-yavaş da. Ta ki, belə bir sual düşüb, imtahan düşüb, 5 dəfə düşüb imtahana, bu düşəcək. Deyir ki, Paint proqramında yer dəyişmə mövcuddur, şəkillərin yer dəyişməsi mövcuddur. Nə deyərsiniz? Bəli. Bəli, çünki kat var.
Yaxşı, deyirlər Paint proqramında şəkillərin köçürülməsi mövcuddur. Nə deyərsiniz? Bəli, çünki edit copy var. Yaxşı, deyirlər Paint proqramında mətn əlavə etmək funksiyası mövcuddur. Nə mətn əlavə etmək olur? Olmur Bəli, da. text box var. Text box olmur nədir? Bayaqlar və bura tunları nətər yazdım? Barmağımla yazdım. Silmək olmur da. Hə, yəni mətn əlavə etmək olur. Sonra indi sualı belə verirəm. Paint proqramında mətn formatında yadda saxlamaq olur? Həqiqətən olmur şey. Mətn əlavə eləmək olur, amma mətn formatında yadda saxlamaq olmur. Çünki bu şəkil proqramıdır. Axırda şəkil kimi yadda saxlayır onu. Sonra indi sizə keçən dəfə sualı vermişdim. Görüm də kim deyər demişdim. Paint proqramında sizcə animasiya vermək mümkündürmü? Xeyr, müəllim. Yox. Xeyr, mümkün deyil. Animasiya vermək olmur. Çünki animasiyalar əsasən hansı proqramlardaydı? Növ? PowerPoint. Şəkillərdən deyirəm. GGP mənim GGP. Şəkillərdə. Sonra uşaqlar, yəni qrafik redaktorların 3 ölçülü növündə daha çox mövcuddur. Bəli, bu belə. Sonra indi deyirlər ki, Paint proqramında 3 bucaq, 4 bucaq, düz bucaqlı, romb əlavə etmək mümkündürmü? Mümkündürmü? Mənim o Mümkündür. Bəs yaxşı, hiperbola, parabola, Onlar yox, trapesiya mümkündürmü? yox. Bəs yaxşı, ellips mümkündürmü? Ola bilər. Olar. Ellips bir də budur, bu kruk. Bu ellipsdir. Deməli, yaxşı, bu belə. İndi gəldim imaging bu 3 dənəsində danışım sizlə. Crop nədir? Hər hansısa bir əmrin şəklin bir hissəsini kəsməkdən ötürüdür. Məsəl üçün, bura seçmişdim axırıncı dəfə. Bax, görürsün, yerdə qalan tərəf kəsildi, getdi. Bundan ötürüdür. Sonra, resize təsvirin ölçüsünü tənzimləməkdən ötürüdür. Misal üçün, mən bunu seçib də eləyə bilərdiniz. Mən desəm, burada hansı seçmişdim yuxarıdakı. Misal üçün, bunun ölçüsünü həm horizontal, həm də vertikal. Horizontal yadda saxlayın. Horizontal üfüqi deməkdir, düşür bu, çox proqramın əmridir. Vertikal isə şaquli deməkdir. Horizontal üfüqi, yəni sətr üzrə deməkdir. Vertikal şaquli üzrə ölçüsünün tənzimlənməsi deməkdir. Misal üçün, mən deyirəm ki, bax, belə, desən seçməmişdim, ümumi səhvə olacaq. 50 yazıram bura. 50 yazanda bu horizontal olaraq sanki uzanacaq. Və gördünüz, səncə horizontal olaraq axdı sağ tərəfə şəkil verir. Vertikal dosyada yuxarı tərəfə axacaqdır. Onda biz deyəcəyik resize təsvirlərin ölçülərini vertikal, şaquli və üfüqi öz dilimizdə. Şaquli və üfüqi istiqamətləri dəyişdirməkdən ötürüdür. Rotate isə təsvirləri döndərməkdən ötürüdür. Bax, görürsünüz, döndərdim. Bu tərəfi idi, çevirdim, bu tərəfi elədim. Bunlar böyrü üstə qaldı, yığışmadı bura. Yaxşı, rotate də onları döndərməkdən ötürüdür. Rotate döndərmək, resize ölçüsünü dəyişir, şaquli və üfüqi istiqamətə. Rotate isə döndərir. 90 dərəcə döndərə bilərsən, 180 dərəcə döndərə bilərsən, şaquli və horizontal üzrə döndərə bilərsən. Bu döndərmək sözündən götürülür, bu ölçü sözündən götürülür. Bunlar bu qədər uşaqlar. Sonra gəldim sizlə file tabından danışmağa. File tabında isə darıxmayın da nə qaldı ki, qurtardıq da nə demək olar. İndi başlayacaq məsələlərə. Deməli uşaqlar, file tabı bizim üçün bayaqlar dedim ki, backstage view-dur da, yəni arxa plan menyusudur. Bizim üçün əsas menyu hesab olunur bu burada. File tabında misal üçün new əmri. Buradakı əmrlərin düymələri baş hərfləri ilə eynidir. Yəni yadda saxlayın ki, məsələn bir dənə save as istisna olmağını deyəcəm. New nədir? Mən də deyirəm burada bu şəkillərin bəsdir. Bu qədər şəkildən bezdim, belə başqa bir şəkil yaratmaq istəyirəm. Deyir new-nu vur günə, sənin üçün bir dənə misal üçün save edib, yaxud don't save edib, yenisini yaradırsan, ağ rəngində bir kağız verir ki, get şəkilləri çək. Deməli, new yeni sənəd yaratmaqdan ötürüdür. Yeni fayl sənəd yox, yeni şəkil faylı yaratmaqdan ötürüdür. Bax, düyməsi nədir görün? Mouse saxlayanda biz göstərir orada. Deyir, Ctrl-N-dır, baş hərfi. Open nədir? Open, new yeni şəkil faylı açmaqdan ötürüdür. Open, yaddaşda olan, mövcud olan şəkillərin siyahısını. Əgər burada mən bilmirəm, mən hansı şəkil var, yazsam çıxacaq. Ctrl-O-dur düyməsi. New yeni şəkil faylı yaratmaqdan ötürüdür. Open isə mövcud kompüterin yaddaşında olan şəkilləri açmaqdan ötürüdür. İndi diqqətlə qulaq asın, hamı səsi bağlasın, mən qulaq asın. Save-dən save-əzi öyrədirəm. Save-in düyməsi Ctrl-S-dir, bu da öz baş hərfidir. Amma da save-əzə də nətər Ctrl-S versinlər bu yetimlər. Deyirlər, ikisi də eyni düymə, nə biləcək kompüter hansıdır. Ona görə bu Ctrl-S-dir, save-əz F12-dir. Yəni təsadüfi bir düymə, F12. Bütün özdə proqramlarda F12 olur save-əzin düyməsi. Bilin. Yadda saxlamaq lazımdır ki, save öz adında, öz tipində, öz yerində yadda saxlayır. Save-əz başqa adda, başqa tipdə, başqa yerdə yadda saxlayır. Bu nə deməkdir? Tutaq ki, mən bir dənə şəkil açıram, mövcud bunun yaddaşında bir dənə şəkil olur. Mən də bu şəkili götürürəm, açıram, burada olur maşın şəkili.
Gəlirəm bu maşının qara rəngində burada bir dənə maşın olur. Mən də buraya gəlirəm bu qara rəngində maşını rəngləyirəm, eləyirəm, misal üçün boz rəngində maşın. Sonra əgər mən gəlib bunu save eləsəm, mənim bu qara maşının üstündə elədiyim o dəyişikliklər var, hansı ki qaranı boza çevirmişdim. Həmin mənim o dəyişikliklərim yeni şəkil kimi, yeni fayl kimi yadda saxlanmayacaq. Elə o əvvəlcədən açdığım həmin o öz fayl var idi, öz faylım. Həmin o öz faylımın üstündə yadda saxlanılacaq. Həmin öz faylimin tipində yadda saxlanılacaq. Həmin öz faylimin adında yadda saxlanılacaq. Sadəcə orijinal itəcək, belə deyək. Yəni ilk dəfə açdığım orijinal itəcək. Mənim son dəyişikliklərim də o orijinalın öz üstündə, öz yerində, öz tipində yadda saxlanılaraq yekun halla yadda saxlanılacaq. Sadəcə əvvəlki versiya etdi. Sonuncu nə vaxt o şəkildə təzədən açıb girsəm, görəcəm ki, bu axırıncı dəfə düzəltdiyim forma burada qalıb. Amma save-as isə, save-as-la yadda saxlayanda, o sənin orijinal açdığı da yadında saxlayır. Üzərində dəyişiklik etdiyin formanı da başqa fayl kimi, başqa adla, başqa tipdə yadda saxlayır. Yəni orijinala toxunmur, dəyişiklik edəndə ayrı bir fayl kimi yadda saxlanılır. Ona görə deyirik save öz yerində, öz adında, öz tipində, save-as başqa adda, başqa tipdə, başqa yerdə yadda saxlayır. Və save-as haqqında müxtəlif tiplərimiz var. Sabah sizə sual verirlər. Paint proqramında hansı formatlarla şəkil yaddaşda vermək olur? Deyim PNG ilə, JPEG ilə, BMP ilə, GIF ilə. Bunlarla mövcuddur. Susma halına görə BMP-dir. BMP də var, məsəl üçün PNG də var, JPEG də var. Sabah deyirlər susma halına görə hansıdır? Görürsünüz ən birinci PNG-dir. Deyirsiniz ki, PNG-dir Paint proqramının susma halına görə formatı. Susma halı nədir? Yəni mən təyin eləmirəm də. Gedib bilə-bilə JPEG-i vurmuram. Prosta deyirəm yaddaşa get. Proqram da özündən bir dənə tipdən yaddaşa salmalıdır. Da o özündən susma halına görə PNG-ni atır. Yəqin ki, deyir fikirləşir bu PNG istəyər də ən standart odur PNG. Yaxşımı? Amma əlavə olaraq burada bu genişləmələri də bilməlisiniz. Hake, TIFF, sabah bilməlisiniz ki, Paint-də BMP-dir, JPEG-dir, GIF-dir, TIFF-dir, PNG-dir, Hake-dir. Bu deməli genişlənmələr də mövcuddur. Всё. Save-as-i də sizdən öyrətdim. İndi isə mən düşünürəm aşağı printerdən danışmağa. Uşaqlar, print düyməsi çapa verməkdən ötürüdür. Baş hərfi ilə özü baş hərfidir. Ctrl-P. Printlə çapa verirsiniz. Print preview-dan sən öncə, məsəl üçün, mən bura bir əgər çəksəydim, gəlsə belə deyim də, bircə dəqiqə. Misal üçün, gəlirəm burada bir dənə beləncə çəkirəm. Gedirəm indi bunu çapa verməyə. Mən bu çapa verməmişdən qabaq istəyirəm buna baxam. Print preview vururam. Deyirsən bu şeyi çapa eləyəcəksən. Başa düşdünüz? Bundan ötürüdür bu. Yəni sən çapa etdiyindən ötürü o nə edirsənsə onu göstərir sənin üçün. Deməli print çapa göndərir. Print preview çapdan öncəki baxış, preview ön baxış deməkdir. Page step isə çapı tənzimləyir. Yəni faylı çapa uyğun tənzimləməkdən ötürüdür. Onun parametrlərini dəyişdirməkdən ötürüdür. Misal üçün siz qalib deyə bilərsiniz ki, ay şəkil. Yaddaşda landscape albom forması, yəni albom kağızına oxşayır, belə uzundur. Deyir, landscape albom formasında deyirəm istəmirəm. Mən portret formasında çap olunur. Beləcə dikini A4 rəqəmində çap olunacaq. Ümumiyyətlə bilin ki, page setup bölməsindən çap tənzimlənməsində orientation, yəni istiqamət bölməsindən onu portret ya da landscape albom formasında çap etmək mümkündür. Margin bölməsindən onun kənar boşluqlarını təyin edə bilərsiniz. Yəni bu sağdan, soldan, yuxarıdan, aşağıdan nə qədər boş yer qalsın vərəqdə. Bir də center bilin. Centeringdən də nə edirsiniz? Mərkəzə doğru düzləndirmədir. Onu horizontalda, yəni belə deyək də, horizontal üfüqi istiqamətdə. İndi bu mərkəzdədir, yəni mərkəzdə də qalır. Bir də vertikal üzrə mərkəzə düzləndirə bilərsiniz. Görürsünüz, şaquli üzrə gəldi biraz ortada. Çünki biyaları ortada deyildi, yuxarıdaydı ona görə. Deməli, sabah deyəcəksiniz ki, page setup bölməsinin center bölməsindən onu şaquli və horizontal üfüqi, vertikal şaquli üzrə biz onları düzləndirə bilərik mərkəzə doğru. Bu da belə. Sonra gəldik biz sizlə çıxdıq. From scanner or camera. Bax, from-dur. Deyir, scanner və ya kameradan təsvirləri birbaşa olaraq Paint-ə göndərməyin mövcuddur. İmtahanada bu cür düşür. From scanner or camera vasitəsilə scanner və kameralardan təsvir əlavə edirəm. Send email, maillə göndərirəm təsviri. Set as desktop background. Background arxa fon şəklidir, desktopda ekran deməkdir. Yəni sən burada hazırladığın şəkli birbaşa olaraq monitorun, kompüterun arxa fon planına, yəni ekran şəklində kimi qoya bilərsən.
Properties-dən şəklin təsvirinə qulaq bu. About Paint proqramı haqqında, şəklin yox, Paint proqramı haqqında məlumat əldə edə bilərsən. Hansı ki, bunun düyməsi F1-dir. Bir də bu var, bu lentin sağ tərəfində var idi, bu sual işarəsidir. Bu sual işarəsidir bu. Paint proqramı haqqında məlumat verir, düyməsi də F1-dir. Excite də proqramdan çıxış üçündür. Excite də nədir? Alt F4-də bayaqlar dedim, bu X-i əvəz edir. Properties isə sənin yaratdığın təsvirin, deməli, bu yaratdığın təsvirin properties xüsusiyyətlərini tənzimləyə bilərsən. Və burada bilin, yenə də vurğulayıram, imtahana düşüb 2024-cü, keçən il, axırıncı. Qayıdıb deyir ki, təsvirin fiziki ölçüləri hansı parametrlərlə ölçülür? 3 parametrlə ölçülür uşaqlar. 1 düyüm, 2 santimetr, 3 piksel. Yenə də vurğulayıram. 1 düyüm, santimetr və piksel. 3 parametrlə fiziki parametr ölçülür. Və sizə sual verərəm. 1 düyüm neçə santidir? 2 tam neçəsi? 2,54 oğul canı alacam. 2 tam neçəsə nədir? Sabah imtahan desən 2 tam neçəsə? 2 tam 154. Bilin, niyə o? Düşür imtahana. Qayıdır sənə deyir ki, 4 düyüm ölçüsünə düşən piksellərin sayını hesabla. 2,54-ü bilməzsən, 4-ü nəyə vurasan? 2,5-2,1-ə vurasan ürəyində. Elə şey olmaz axı. 2,54 santimetrdir, bilin. Deməli, misal üçün, amma hesablamalar zamanı piksellərin sayı ilə hesablayırsınız. Yenə də vurğulayıram. Sabah imtahana düşüb təsvirin fiziki ölçüləri hansı parametrlərlə ölçülür? Düyüm, santimetr, piksel. Çünki düyümü onsuz santimetrə çevirə bilirik. Bir düyüm özü 2,54 santimetrdir. Və yaxud da pikseldə deyəcəm 512/1024 nöqtələrin sayıdır. Bunların hesablamalarda. Amma bu fiziki ölçü bu. Amma isə qayda kimi düşməyəcək. İndi deyəcəyim cümlə. Prosta deyirəm ki, bilin, biz məsələlər hesablayacağıq. İndi sizlə birazdan məsələləri. Oradanca piksellərlə olanlardan sizə öyrətəcəm. Düyümlə santimetr çox vaxt düşmür, amma gələcəkdə imtahan suallarına, sınaq suallarına salacağım düyümlə santimetrdən də. Onlardan da bir-iki dənə işləyib sizə göstərəcəm, amma əsasən piksellərlə bağlı olan riyazi məsələlər düşür. Amma nəzəri olaraq düyüm, santimetr və pikselin mövcud olduğunu bilin. Bu da oldu sizin üçün nə? Paint proqramı. Uşaqlar, Paint proqramı başa düşdü. Sizə qaranlıq qalan bir məqam olmur ki? Xeyli yaxşı idi. Yox, Çox yaxşı idi. Məncə də çox rahat idi. Niyə görə çətin olsun? Çox da yaxşı idi. Belə. İndi gəlin, mənim əzizlərim, başlayaq da məsələlərə. Buna nə oldu? Bu Google Meet-də mən dərs keçəndə əsəbləşirəm də. Deməli, gözlüyüm planşetimi taxım, yoxsa yazamayacağım. Gözlüyün aktivləşdirə gələmi. Görün yazılır sizdə ekranda. Qırmızı rəng yazıram. Bəli. Deməli, uşaqlar, artıq başlayıram sizinlə məsələlərdən danışmağa. Diqqətlə qulaq asın. Məsələ hissəsi yeni gəldi, çıxdı. O riyaziyyatdan xoşu gəlməyənlərin düşmənidir də bu hissələr. Məsələ hissəsinə sizdən bit, byte, kilobyte bu hissətdə buradan bir dənə sual düşür məsələ hissəsindən, qorxmayın. Amma bu ola bilər sizdə düşən məsələ ASCII və Unicode-dan olar. O keçən dəfəki simvol məsələsi öyrənmişdim ondan keçən dərslərdə. Ya da ASCII ilə Unicode düşməsə, onda gəlir bu qrafika məsələsi düşür. Yəni həm o, həm bu düşmür. Seçilir, biri düşür. İndi başlayırıq biz də həmin o bit, byte məsələlərindən sizə danışmağa. Müəllim, bu mövzunun məsələlərindən mənim bir neçə dənə sualım var. Hansı mövzunun? Bu qrafikanın? Hə. Bir neçə də olsun, çox olsun. Deyərsən bu günləri hamısını. Qoy izah edeyim, qutarım. Sonra sualları o deyərsən. Sizin ekran paylaşma edib bir də işləyərik hamı ilə bir yerdə. Yaxşı. Deməli, uşaqlar, siz bilməlisiniz ki, məsələlərdə birinci bilməlisiniz ki, rəng modelləri. RGB rəng modelini keçən dəfə dedik 224 rəng çaları olduğuna görə burada bir dənə pikselin həcmin 24 bitdən götürəcəksiniz. Misal üçün, mən desəm ki, mənim təsvirimdə 500 dənə pikseli var, onda 500 vuracaqsınız 24 bitə və onun yaddaşını tapacaqsınız. CMYK rəng modelində isə 200 keçən dəfə dedim 32-dən olduğuna görə izah eləmişdim bunları sizə. 32 bitdi. Prosta xatırladıram ki, keçən dəfə dərsdə olmayan uşaqlarımız boyun çaşmasınlar. Sonra CMYK-da 32 bit götürəcəksiniz. İndi baxın bura, monokrom. Bu diapayaqları özünüzdür ki, aytınlar mənim ağ və qara rəng deməkdir. Ağla qara rəng neçə dənə rəng deməkdir? 2 dənə rəng deməkdir. 2 dənə rəng varsa onun nətər tapırdıq bitin? 2-nin üstü kimi görsədir. 2 üstü nədir? 2 üstü 1-dir. Deməli, bu 1 bitdir burada hər bir təsvirin, pikselin həcmi 1 bitə bərabərdir.
Sonra gəlirəm sizdən high color'dan danışmağa. High color'ı əzbər bilməlisiniz ki, high color'dan 16 bitdən hesablayacaqsınız məsələləri. Sonra sizlə bir dənə bunu deyirəm, true color rejimindən danışacağam. True olur. True color rejimində 24 bitdən götürün bir dənə pikselin həcmin. Lakin true color'da SMYK adı çəkilərsə, bu zaman elə SMYK-nın özünü də 24 nədir? 32-dən hesablayın da. Yəni o true color'a fikir verməyin. SMYK varsa elə 32-dən hesablamalısınız. Amma belə true color sadəcə adı çəkilir, başqa heç bir bunlardan nə RGB, nə SMYK, nə digərləri adı çəkilməyibsə, elə 24-dən hesablayarsınız. Deməli, uşaqlar, siz bilməlisiniz ki, biz ASCII və Unicode-da bizim əlifba verilirdi. Misal üçün deyirdim ki, 32 simvollu əlifba. 32 simvollu əlifbada bir simvolun həcmi neçə bit idi? 5. Afərin, 5 bit. 2-nin üstü kimi göstərirdiniz. Düzdürmü? İnanın ki, fərqli dərs deyil bu. İnanın ki, başqa bir struktur yoxdur burada. Eyni o dərsdir bu. Eyni. Orada biz əlifba sözün burada palitra sözü ilə əvəz eləyəcəyik. Oradakı bir simvolun həcmi sözün burada bir pikselin həcmi ilə əvəz eləyəcəyik. Yəni xüsusi bir dərs deyil bu. Orada deyirdim 32 simvollu əlifbada bir dənəsi 5 bitdir. Çünki ASCII Unicode simvolların kodlaşdırılmasıdır. Bugünkü dərsimiz simvolların kodlaşdırılması deyil. Bugünkü dərsimiz bizim üçün deməli piksellərin kodlaşdırılmasıdır. Bu da ona görə məsəl üçün deyəcəm ki, 32 misal üçün rəng palitra var burada, palitra, 32 palitra var. Burada 32 rəngçalarlı palitra var. 32 rəngçalarlı palitra var. Görürsən, əlifba demirəm, palitra var. Burada bir pikselin nə qədərdir? Deyəcəksən, bir pikselin həcmi 5 bitə bərabərdir. Yəni xüsusi bir şey yoxdur da burada. Burada simvollu əlifba sözün siz burada əvəz edəcəksiniz rəngçalarlı palitra sözü ilə. Başqa heç bir şey yoxdur. İndi misal üçün bir də sual verirəm. Deyirəm 256 rəngçaları olan palitrada bir dənə pikselin həcmi nə qədərdir aşağılar? 8 bit. Düppədüz. 9 bit deyən oldu deyəsən kimsə? Mənə eşitdin. Bəlkə 8 təbizə eşitmişəm. Necə müəllim, bir də deyəm bunu. 256 dənə rəngçaları varsa, orada bir dənə pikselin həcmi 8 bit. Kim idi bu sualı verən axırıncı? Xanım adını desin. Adını de. Rəqsanə. Rəqsanə, bu hansıdır? Keçən günləri sən dedin mən dözə bilmirəm bu dərsə, çıxıram dərsdən. ASCII Unicode keçən gün dedin. Oydu. Bu odur. Yəni, bilin ki, hansısa bir əlifba veriləndə sizə, oradan götürüb onun üstün bir dənə simvolun həcmi eləmirdiniz. Burada da palitra deyəndə onun üstünü götürürsən. Yəni, Rəqsanə, biz 256 rəngçalarlı palitradan 8 biti almaqdan ötürü bu 256 2-nin qüvvət kimi yadda saxlamaq lazımdır. 208 deməkdir. İndi bu siz bilməliydiniz. İndi öyrənməyənlər öz günahınızdır da öyrənməmisiniz. Mən sizə nə deyirdim? Ona görə deyirəm 2 üstü 0-dan 2-nin üstü 16-ya qədər qüvvətləri əzbər bilin. Bax, budur. Deməli, bu 208 olduğuna görə burada bir dənə pikselin həcmi 8 bit olacaq. Misal üçün belə deyirəm. Deyirəm, mənim təsvirimdə 48 dənə rəng var. Müxtəlif 48 dənə rəng var. 256 bit var deməkdir də o. Yox, bu 256 müxtəlif rəng var deməkdir. Bit demə. Azından deyirəm 8 bit var deməkdir. Sən 256 bit deməkdir. 256 rəngçaları varsa, deməli, oradakı bir dənə rəngçaları 8 bitdir. Bu deməkdir bu. Misal üçün 256 dənə orada rəngin var. Misal üçün yaşıl rəng, göy rəng, qırmızı rəng, sarı rəng və s. 256 dənə müxtəlif rəngin var. Burada yaşıl da 8-dir, göy də 8-dir. Heç nəyə vurmursan. 8 bit deyib qutarırsan. Heç nəyə vurmağa hələ gəlməmişik. 8 bitdir. Burada hər bir rəng 8 bitdir. Tərəziyə gedib qoşan çəkirəm bu rəngləri. Yaşıl da 8-dir, göy də 8-dir, qırmızı 8-dir, sarı 8-dir, karışın 8-dir, qarlı 8-dir, ağ 8-dir. Bütün rənglərin hər biri 8 bitdir. Bu cür başa düş. Yaxşımı? Bu belə. Misal üçün, indi belə bir sual verirəm. Deyirəm ki, 48 rəng çalarlı olan bir dənə təsvirim var. 6 bit. Niyə görə 6 bit deyil Zahid Oğru? 6 bit yuxarı götürüşdü mənim. Ay, 48 2-nin qüvvəti kimi göstərilə bilmir deyə. Mən məcburam bundan sonra gələn 2-nin qüvvətini göstərdim. Bundan da sonra 64 gəlir deyə, o da 206 olduğuna görə mən 6 bit götürürəm bunu. Yaxşımı? Bu burdur. Bundan meydana çıxır bu. Ümumiyyətlə, kimin bu məsələlərlə bağlı zəiflikləri var, təzə tələbələrim. Kimin ki, bu məsələlərlə bağlı narahatçılığınız varsa, mənə yazarsınız sabah şəxsidə. Deyərsiniz ki, mənim onun video rekordunu bizə at ki, biz ona baxaq. Və ondan sonra sizdə problem olmayacaq.
Deməli, bu belə. Yaxşı, uşaqlar, qayıdıb deyirəm ki, mənim şəklimdə sarı rəng var, qara rəng var, ağ rəng var, göy rəng var. Üstədə elə 4 dənə bu rəng var. Deyirəm, bu müxtəlif rənglərdən ibarətdirsə, burada bir dənə rəng çaların həcmi nə qədər olacaq? 16 olur, amma biri deməli Yox, sən tərsinə hesablayırsan. 4. 2 bit. 2 bit olacaq. Ağzında deyirəm ki, ay bala, hay Allah, müxtəlif rəng çalarlar var. Sənin tapdığın rənglərin sayı 2-nin üstünə qoymaq olmaz. Ondan 2-nin üstünə almaq lazımdır. Bu 2 üstü 2-dirsə bunu götürürsünüz. Yaxşı, baxın, ümumiyyətlə başa düşmürsünüz, düşməyin. Mən dediyim kimi əzbərləyirsiniz, mən baxın. Bit verəndə, məsələn, n bit. Qoyursunuz bunun 2-nin üstünə rəng çalarını tapırsınız, yəni palitra tapırsınız. Palitra bilirsiniz də, rənglər çoxluğuna palitra deyilir. Bit verəndə qoyursan 2-nin üstünə palitra tapırsan. Palitra verəndə, palitrada o rəng çalarların sayıdır, yəni müxtəlif rənglər deməkdir. Palitra deyəndə isə onun 2-nin üstü kimi görsədib biti tapırsan. Yaxşımı? Bit verdi, qoyuram 2-nin üstünə. Bitin adı çəkilməyibsə, deməli mən palitradan o biti almalıyam. İndi burada bitin adı nə cür çəkilə bilər? Bilin. Bax, burada yazıram indi onu. Uşaqlar, palitra sözün bu sözlərlə əvəz edirlər. Qeyd edin də öz-üzə. Bunları qeyd edin də öz-üzə. Mən deyirəm ki, palitranı bu cür deyə bilərlər. Rəng çalarlarının sayı. Rəng çaları. Və yaxud da müxtəlif rəng çaları da deyər. Müxtəlif rəng çaları. Yəni, deyəndə rəng çaları birinci müxtəlif olsun nəzərdə tutur. Bu, palitra rəng çaları, müxtəlif rəng çaları. Bu, eyni şeydir. Bit. Olur bizim üçün bir pikselin həcmi. Bir pikselin kodlaşması üçün həcm. Budur bu. Bir pikselin həcmi, kodlaşması həcmi. Və yaxud da bitə deyirlər dərinlik. Dərinlik. Bir pikselin, bir rəngin dərinliyi. Və yaxud da deyirlər tərtib. Ay Toğrul, deyirəm ki, mənim tərtibim 3-dür. Səncə tərtib 3-dürsə mən orada nə etməliyəm? 8 palitra. Afərin. Tərtib 3-dürsə, deməli tərtib nə idi? Bit idi də. Bura yazıb ki, tunar mənim bit. Deməli Toğrul 8, afərin. Deyirəm ki, ay Toğrul, mənim dərinliyim 4-dür. Nəyi taparam? Yenə palitranı. Yəni 2 üstü 4, 16. İndi deyirəm ki, Toğrul, mənim palitram 4-dür. Nəyi taparam? Bit 2. Biti, yəni 2-ni. Çünki 4 2 üstü 2 olduğuna görə, yəni ki, mən biti, yəni dərinliyi tapmış oluram. İstiyorlar belə. Çəkin, silirəm. Çəkin, burada yata saxlayın. Bunu istifadə edəcək. RGB-də 24 bitdir. SMYK-da bir dərsi 32 bitdir. Monoxrom ağ-qarada 1 bitdir. Niyə? Çünki ağ-qara 2 dənə rəng vardı. 2 də 2 üstü 1-dir. Ölməyəsiniz, gördünüz məni. Bir şey yox, 5 dəfə dedim. Müəllim, mən nəzəri hissəsini əzbərləyərəm, bəs o. Sən ki, bilirəm ki, sən mən demirsən. Sən 24 sual üzrə savaş. Əsas odur ki, yaz günə, xeyli yaz. Deməli, uşaqlar, deyin görüm kimlər yoxdur dərsdə, onlara gələn səfər tanıyarıq. Müəllim, informatikadan cəmi neçə sual düşür ki? 25. Qəşəngdir informatika, maraqlıdır valla. Oxumayan özü. Müəllim, nəzəri hissəni qəşəng oxuyub getsən 15-dən yuxarı yazmaq olar. Rəqsan 15-dən 20. Nəzəri hissə yaxşı oxuyan 20 də nəzəri sual düşür də. Nəzəri deyəndə ki, nətər nəzəri? Ancaq əzbər yoxdur. Məsəl üçün, bugünkü Paint proqramda nəzəri kimi başa düşər. Yəni, mən yəni, belə də düşür də. Hər şey elə əzbərliyən bu proqram elə yox. Məsəl üçün, elə olur, 10 dərsi elə olur. Rəqsan, məsəl üçün, əzbərliysən 10 dərs, 12 dərsi filan şeydir, filan qrupu budur, filan proqram budur. Yerdə qalan 8-9 dərsi praktik olur. Misal üçün, Word, Excel, PowerPoint, Access. Yəni, praktikdə, yəni, riyaziyyat dörü, məsəl üçün, filan düymə, filan şeydir, filan düymə, filan şeydir. Gücür olur. Yerdə qalan 5 dənə də riyazi olmur, ha. O 5 dənənin ikisi riyazi olur. Üçü də belə qarışıq da. İndi o inşallah göstərəcəm sizə nə formada olur. Çox sağ olun. Siz də sağ olun. Bir dəqiqə mən bir dənə qrafikdən tapaq. Qrafika.
Burada bir ikisini başa salacağım sizə. Pseudo siz biləcəksiniz. Narahat olmayın. Bax. Məsələn. Birin bax sakit qalın. Heç kimin eləməsin. Özüm eləyirəm. Misal üçün 8-ci sual düşüb bizə. Bura mən düsturu yazıram. Uşaqlar, əvvəla siz bilin. Nəyi bilin? Qrafika ilə şəklin təsvirini, hələ sualı yazmamışam, sizə baxmayın. Hələ düsturu öyrətməmişəm, qoy orada öyrədim. Düsturumuz nədir? Misal üçün, bizim bir dənə şəklimiz var. Bu olsun bizim bir dənə şəklimiz. Bu şəklin, bax, bu hündürlüyü olan hissəsi onun bir ölçüsüdür. Buna deyək A ölçüsü. Bu uzunluğu olan ölçüsü də onun bir ölçüsüdür. Bu da deyək B. Deyək bu A hissəsində, misal üçün 200 dənə burada piksel var. Deyək ki, bu B hissəsində isə, misal üçün 300 dənə piksel var. Tərsine dedim, 100 dənə pikselimiz var. Mən burada təsvirin sayını, şəkil nədən ibarətdir? Piksellərdən ibarətdir. Mən oradakı piksellərin sayını biləndən sonra və həmin pikselin bir dənəsində ağırlığını biləndən sonra o şəklin yaddaşını tapa bilərəm də, düz deyil. Deyirəm ki, mənim şəklimin yaddaşı nəyə bərabərdir? O pikselin sayını vuraram onun bir dənəsinin ağırlığı. Elə bir dənə qutuda 10 dənə alma var. Almanın biri yarım kilodur, iri almadır. Yarım kilo gəlir, 500 qram gəlir. Orada neçə kilo alma var? Deyirsə 10 dənə alma var, sayını tapdım. Biri yarım kilodur, deməli 5 kilodur da orada, yarım kilodan. Bu da onun kimi. Yəni təsvir piksellərdən ibarət olduğuna görə pikselin sayını tapıram. Pikselin sayını taparam, uşaqlar, bunun sahəsini taparam da, A-nı vuraram B-yə. A-nı vurdum B-yə, bir də vuram nə? Onun bir dənəsinin ağırlığına, N bitə. Vurğulayıram. ASCII və Unicode məsələlərini mən sizə icazə verirdim ki, ürəyi istəyən, məsəl üçün, byte-la deyirdim məsələləri həll edin daha çox. Amma yenə vurğulayıram. Qrafika və video ilə bağlı məsələləri yalnız bitlə eləyin. Yalnız bitlə eləyin. Axırda keçin istədiyinə. Hər zaman bitlə aparın məsələnin gedişatını. Axırda keçin istədiyi ölçü vahidinə. Bu bir. Bu oldu bizim üçün şəklin bizim üçün düsturu. İndi mən sizə bilmiyorum, Toğrul. Sən bir söz deyirəm, ay Toğrul. Video var, video. Video nələrdən ibarətdir zaten? Video səncə nələrdən ibarətdir? Kadrlardan. Yəni kadr nədir? O şəkillər. Şəkillərdir. Videonun ölçüsünü nətər taparsan? Kadrları sayını vuraram hər birinin həcminə. Bir dənəsinin həcminə. Düzdür. Əslində düz deyilin, biraz yaxşı, qəşəng deyilin. Bu bizim üçün oldu şəklin ölçüsü də, şəklin yaddaşı. Yəni yazıram videonun yaddaşı. Deməli, yoldaşımız deyir ki, ay müəllim, video xüsusi bir Bir də şeydir. yayımlama müddətinə vura bilərəm. Aha, yayımlama müddətinə vuracaqsan, bəli. İndi gəl bilən bir şey deyim sizə, uşaqlar. Belə bir şey deyirəm sizə. Video xüsusi bir şey deyil. Zaten video şəkillərdən ibarətdir. Sadəcə şəkillərin kadrlardır. Şəkillər orada kadr deyirik. Onlar iti belə arda-arda keçirilir. Biz elə bilirik ki, video yaranır. Yəni şəkillərin sırasından ibarətdir. Video ki 16 saniyədir. Misal üçün deyirəm ki, 16 saniyəlik bir videom var və bunun hər saniyəsində 8 dənə kadr keçir. Əgər hər saniyədə 8 kadr keçirsə, 16 saniyəyə neçə kadr keçər? 16 vurulsun 8 kadr keçər. Yəni 128 misal üçün orada. Deməli, mən şəklin sayını tapdım. Şəklin sayını tapandan sonra bu düsturla da o şəklin bir dənəsinin ağırlığını tapandan sonra şəkillərin sayını vuraram bir dənə şəklin ağırlığına videonun həcmini tapa bilərəm də. Ona görə də videonun düsturu bu cürdür. Kadrı vurursunuz saniyəyə, yəni neçə saniyədir, hər saniyəsinə düşən kadrları. Onu vurursunuz şəklin ölçüsünə, yəni A-nı vurursunuz B-yə, onu da vurursunuz N, bir yumruqda vurma demək. Vurursunuz M-pitə, yəni bir dənə təsvirin həcmi, vurursan oradakı olan şəkillərin sayına. Şəkillərin sayı kadrı saniyəyə vurmaqla tapılır. Bu da olur videonun düsturu. Bu da çəkin görüm. Hamle çəkin. Çəkdim mən. İndi bu da silirəm. Deməli, şəklin düsturu nədir? A vurulsun B, vurulsun N bitişi. İndi, misal üçün, mən 8-ci sualı gəlirəm sizinlə həll edəməyə. Deyir, qrafik rejimində monitorun ekranı. Monitorun ekranında deyəndə donub qalmıyor. Monitorun ekranında o şəkil görürsən, şəklin də ölçüsü monitorun ekranının ölçüsündən eyni olur. Qrafik rejimdə monitorun ekranı, qrafik rejim deyəndə, yəni demək istəyir ki, monitorun ekranı olsa qrafik rejimdə, yəni qrafik hansısanın ölçüsünü deyirəm. Qrafik şəklinin ölçüsü monitorun ölçüsündə məhdudlaşır burada. Qrafik rejimdə monitorun ekranı 512 vurulsun 128 nöqtədən ibarət. Yəni mənim pikselimin sayını verir. Yəni demək istəyir ki, şəklinin A vurulsun B hissəsi, hündürlüyü 512-dir, uzunluğu 128-dir. Ümumiyyətlə belə də ki, fikir verin. Yazmalıyıq bu rəqəmləri 2 əsaslı. Ay sağ ol. Tamamilə doğrudur. 2 əsaslı yazacaqsınız. Bəli, düpbədüz. Deməli,
Bu, yəni, mən siz heç vaxt suallarda mən sizə bir məsləhət verim, oxumayın bunu burasını. Bunu gördünüz, vurub birin A1, vurub B-dir. Bu şeylər ancaq A vurulsun B ola bilər. Başqa bir versiyası yoxdur belə bir vuruqlar. Hə, deməli, yadda tutulan məntiqi şəklin yaddaşı budur da. Yaddaş bərabərdir A vurulsun B vurulsun N bit, düzdürmü? Burada A-la B-ni verib ki, bu 512-nin 128-ədir. Yəni, sən deyirsən ki, onun yaddaş bərabərdir, düstura görə 512-ni vururam 128-ə, vururam N bitə. N bitdə nətər taparam? Görək bizə nəyi verir? Deyir, 256 sayda rəng çaları var. Rəng çaları verəndə bu bit idi, yoxsa buradan bit alırdıq? Bit alırdıq. Biti alırdıq da, çünki burada mənim en bitim dərinliyimdə, axı bu dərinlikdir. Ona görə də burada biti alırıqsa 256 sayılı rənglərin biti nətər alırıq? Bu 208 olduğuna görə kin qüvvət kimi göstəririk. Deməli, mənim bitim 8 bitdir. Bu da oldu sənin üçün təsvirin yaddaşı. Bu da kin qüvvət kimi göstərəndə 512 2 üstü 9-dur. 128 2 üstü 7-dir. 8 də 2-nin üstü 3-dür. Bu da eləyir cəmlənəndə 2 üstü 19 bit. Baxıram görüm cavablarda 2 üstü 14. Əvvəl cavabı kilobaytla istəyir. Bitdən kilobaytla nətər keçirdik? Öyrətmişdim nə vaxt sizə? Bit, sonra kilobayt, sonra bayt, sonra kilobayt, sonra megabayt gəlirdi. Bura 2 üstü 3 idi, qalanlar da 2 üstü 10 idi, qalanlar da 2 üstü 10 idi. Bitdən bura 2 üstü 13-ə bölürük. Bəli, bu da 2 üstü 13-ə böləndə bu eləyir 2 üstü 6, bu da eləyir neçə? 64. Deməli, doğru cavab variantımız Y variantı. Yaxşımı? Bax belə. Sonra silirəm, başqasını yazaq. Misal üçün bizə qayıdıb deyir ki, gəmdən başqasını yazaq. Məsələn, 15-i eləyək bu səfər. Gəlib bizə deyir ki, monitorun ölçüsü əvvəla sizə bilən bir şey deyil məsələlərin eləməmişdən qabaq. Mən belə bir düstur yazdım, bayaqlar sizə. Yaddaş bərabərdir A vurulsun, B vurulsun, N bit. Düzdürmü? Burada kadr buferi ilə danışarlarsa, bufer onun saxlanma hissələridir, belə başa düşün. Uşaqlar, sabah sual verirlər ki, burada yaddaş nə deməkdir? Deyin ki, yaddaş kadr buferi adlanır. Deməli, kadr buferidir. Kadr buferi. Bəs A vurulsun B nədir? A vurulsun ümumiyyətlə B şəkli nə idi? Bu ya yaddaşıdır. Bu şəklin ölçüsüdür A vur B. N1 şəklinin dərinliyidir. Yəni, dərinliyi nə? Oradakı olan piksellərin birinin həcmi. Bu da şəklin yaddaşı. Kadr buferinin yaddaşı, yəni şəklin yaddaşından söhbət gedir. Kadr buferinin ayırd etməsi və buna deyirlər kadr buferinin ayırd etməsi. Ayırd etməsi. Deməli, kadr buferinin ayırd etməsi neymiş? Şəklin ölçüsündən neymiş? Sonra deyirlər, kadr buferinin sizcə nəyi D-la başlayır? Ne dedim? Dərinliyi. Dərinliyi. Bu yəni kadr buferi kimi bu cür birində, yəni bu cür adlandıra bilərlər. Bu ixtiyarlıqlar var. Ayırd etmə, yəni resolution-u heç istədiyini deyirəm ki, mən o sizə ölçüsüdür. Təsvirin ölçüsü. Bu da çəkin. Saniye dizi, saniye tapmayı falan. Onlardan da nümunələr yazarsınız. O, bunu yazmayacağım. Gələn səfər yazacağım. Yaxşımı? 18-i deyək də, nə olar? 18-i eləyək, baş üstü eləyək də. 18-dən qabaq qəbirlənmə icazə vergilən 15 eləyək, sonra da 18-i eləyək. Yaxşımı? Birinci gəlin baxaq 15-ə. Deyir ki, nə verilib? A vurulsun, B verilib. İndi yaddaş verilib, yəni yaddaşım verilib. Nəyi soruşur məndən? Müxtəlif rənglərin sayını, yəni rəng çalarların sayını soruşur. İndi gəl baxıraq. Deyirəm ki, düstura görə yaddaş bərabərdir A vurulsun, B vurulsun, N biti idi, düzdürmü? Yaddaşı verib neçə? 160 kilobayt. Yazıram 160 kilobayt bərabərdir. A vurulsun, B-ni də verib neçə? 512 vuraq 256-da birbaşa yazıram. Birinci sinif deyirsiniz, gəldi bu açıqlayayım sizə. 208. Bir dəfə deyirəm, yadınızda saxlayın. Sonra, nə məlumdur düstura görə? N bit. Byte nədir? N bit. Sonra bit, byte deyir o. B ilə byte-ı qarışdırma. Qarışdırma da sən, bax. B hərfi byte deməkdir. Byte-ı qısaldaraq B yazırlar, yaxşı. Amma biti həmişə bit yazırlar, onun qısalması yoxdur. Bit bitdir. Başa düşdüm. Belə. İndi gör nə deyirəm. 160 kilobayt bərabərdir 209 vur 208 vurulsun N bitdə. 206 208 vur 209. Deməli, mətbuat tutanlar müəllim nə dedi? Dedim, qrafika məsələlərin yalnız nə ilə eləməliyəm? Hansı ölçü vahidi ilə? Bitlə. Ay, sağ ol, bitlə. Həmişə bitlə. Bit nə? Yəni düsturda bit yazılır, bax ona görə. O ilə eləməliyəm. İndi ona görə bitə əl vurmuram, kilobaytı bitə çevirirəm. Kilobaytı bitə çevirəndə 213-ə vururuq. 160 200 vurulsun 213 bərabərdir. İndi bitdən kilobayta keçmə mərhələlərini mən öyrətmişəm. Təzə tələbələrim bilməyə bilər, amma sabah yazın mənə sizə onun videosunu atım ki, bilin.
209'u vuran 208 deyir, 217 vurulsun n. İndi 217 ilə 210'u çıxsaq yerine burada qalır neçə? 204. Öyle 17 denesen 13 dərsə aparır. Burada qaldı 204. 160 bərabərdir 204 vurulsun n. 204'də 16'dır. 16 n bərabərdir 160'a. N burada bərabərdir nəyə? 10 bit. Sən n'i tapırsan çünki n biti tapırdın. 10 bit. Sənin tapdığın səncə həmin o müxtəlif rəng çalarların sayıdır yoxsa dərinlik? Dərinlik. Bizdən nə soruşur? Rəng çalarlarının sayı. Ay sağ ol. Rəng çalarlarının sayı nə idi? 200 idi. Ona görə onu eni aparıb qoyuram burada yerinə. Bu deyir 210, bu deyir 1024. Ay sağ olun sizə. Düşdünüz? Bu belə. Aydındır. Misal üçün 16'ya baxın deyir, rəngli təsvirin bir pikselini yadda saxlamaq üçün 10 bit tələb olunur. Rəng çalarlarının sayını deyir, nətər taparsan sən? Nətər taparsınız? 310 eləyirsə yenə. O da 1024'də biri. Çünki bit veribsə, bayaq dedim ki, rəng çalarını 2'nin üstünə qoyaraq tapırsınız. Bunlar qəbul suallarda. Bax, indiyə qədər 20 il müddətində qrafika mövzusundan qəbul düşən suallar bunlardır. Nəzəri, praktik hamısı yəni, bunlardan başqa düşmür. Son 2 ili salmamışam ama bırak. O qəbul mövzusuna görsün. Bir dənə də video ilə olana baxsa olar. Ay, sizi ölməyəsiniz. Qoyun onda özüm yazım. Bu sonra 18 Mənim elə ola bilər ki, eynisi düşsün imtahanda. Bu Yaş olmur ha? Olur. Niyə olmur? Olur. Yəni, indi mən sizin üçün bir dəyə bura məsələ yazıram. Sonra bəyaları mən qızlarımızdan biri demişdim. Yəni, 18-i eləyin. Yadımdadır. Eləyəcəm. Darıxma. Deməli, bu əslində ikizə keçmədiyim dərslə qarışıqdır. Amma yeni də eləyəcəm. Uşaqlar, gəlin ki, video məsələsi istəyir Ramilə xanım. Tələb edir. Deyir, müəllim, işləməli yuxuları getdim. Mən də yazıram. Ay Ramilə, bəlkə mən bilmirəm. Ona görə bura sanlamışam mövzu. Gələ çıxardırsan hər şeyi ortaya. Yazaq burada. Bizim videomuz 16 saniyəli idi. Və hər saniyəsində 8 kadr gedir. Və bu burada olan təsvirin ölçüsü 1024'ün 32'yədir. Və bu RGB rəng modeli ilə kodlaşdırılmışdır. RGB ilə kodlaşdırılır. RGB 32 idi də, 32. Yox, RGB 24 idi. 24. Semiyaka idi 32. Həmişə bir dənəsi 8 olur. Bax, 8, 8, 8, 24 edir. Semiyakada 4'də hərf var deyə 8, 8, 8, 8, 32 edir. Deməli, indi deyir ki, bunlar mənim nə deyir? Yaddaş bərabərdir. Təsvirin ölçüsünün vurmalıyam şəkillərin sayını. Burada neçə şəkil var? 1 saniyə 8 gedirsə 16 saniyə nə qədər gedər? 16 vurulsun 8. Bu 1. Şəkilin sayını tapdım. İndi onu da vuran nə? Bir dənəsinin ağırlığına. Bir dənəsinin ağırlığına nətər tapıram? 1024 vurulsun nə? 32. RGB-də də bir dənəsinin ağırlığı nə qədərdir? 24. Vurdum 24'ə. Bu da bərabərdir. Deyirəm ki, bu təsvirin elə ki, cavabını, belə deyək də, gəl özümüzdən bir dənə tələb qoyaq buna. Deyirəm ki, bu təsvirin cavabını megabayt ilə tapın. Tutaq ki, belə bir sual istəyir bizdən. Onda bu da olacaq 204, vurulsun 203, vurulsun 210, vurulsun 205, vurulsun 24. Bu da bərabər eləyəcək 18, 22, 222 vurulsun 24. Megabaytdan bitə keçəndə nə qayırıq ay Ramilə? 2-nin üstü 23'ə bölürük. Bu ilə nəsə gedəndə bir dənə 2 qaldı burada. Bu 2 ilə də 24 ixtisar gedir 12 megabayt. Yaxşı. Ramilə başa düşdün? Mənim aydın oldu. Bu imtahana düşür yoxsa ancaq o... Təbii ki də düşür Ramilə. Tamam elə. Düşmür, mənim başıma hava gəldi də sizə keçirəm. Nə deyirəmsə hamısı düşür. Hamısı. Deməli, 18. Gəlin diqqətlə qulaq asın. Deməli, bu ASCII Unicode məsələsidir. Buradakı mən təzə tələbələrimdən olabilir. Keçən videoda keçdim. Düzdən yoxsan keçdim də mən ASCII özdə, təzələr üçün də. Mənim keçibsiz. Əla. Deməli, diqqətlə baxaq. ASCII Unicode məsələlərini bilirdiniz, nə keçir? Orada səhifə vur, sətr vur, simvol vurulsun eyni idi. İndi uşaqlar, bu sadəcə bilsən nədir? Xüsusi bir şey deyil, amma başa düşmək lazımdır. Başa düşdük, sadəcə başa düşmək lazımdır. Sabina, mən aktivə. Sabina, buradasan? Sabina, buradasan? Yox, deyəqin.
O mənə video məsələsi atıb. Gərək şey deyib yox. Gələn səfər özü olanda keçərik. Yazmışdı bayaq mənə. Deməli, uşaqlar, bu nədir? 513 səhifədən ibarət olan kitabın ilk səhifəsində, ilk səhifəsi deyəndə neçə dənə səhifəsi nəzərdə tutulur 513-ün? 1. Bir dənə səhifəsi. Yəni deyir, bir dənə səhifəsində, bir dənəyə vursun, özü edir, vahiddə o yazmıram. Deyir, bunun bir dənə səhifəsində, 1024-ün 1024-də 64 rəngçalarlı təsvir var. Yəni deyir, 210, vurursun 210, 64 rəngçaları varsa neçəyə vururam? 6 bitə. Dərinliyi 6 bitə. Vurdum 6 bitə. Bu təsvir var. Cavabları nə istəyir? Kilobaytla istəyir. Kilobaytla istəyəndə vurun, sonra keçin kilobayta. Bitdən kilobayta keçəndə 213-ə bölürük də, bu qaydadır. Bunlar ixtisar gedir. Qalır yuxarıda 207. 207-də 6-ya bir dənə vurmağa kömək edeyim mənə. 128-i 6-ya vuran neçə edir? 768 edir. Neçə edir? 768. 768 edir. Hə, ay sağ olun. Bu oldu 768. Deməli qızlar, bir dənə səhifə, 513 dənəsinin bir dənə səhifəsindəki o bir dənə şəkil mənə 760 kilobaytı yaradırmış. Sonra yerdə neçə dənə səhifə qaldı? 512 dənəsi qaldı. Deyir ki, digər səhifələrin hər birində, yəni yerdə qalan o 512 dənə səhifənin hər birində 32 dənə sətr var, deyir bunun hər birində. Yəni 512 vurursun, 32 sətirdə olacaq sayı olaraq. Hər sətrində də 32 simvol varsa, onda o bir də 32-yə vuraram simvolun sayını, orada ümumi simvolun sayını taparam. Və deyir, bu simvollar da Unicode-da kodlaşdırılıb. Unicode-da da bir dənə simvolun həcmi nə qədər idi? 2 bayt. Ay, sağ ol. İndi bunda bu yerdə qalanı da tapa bilərdi. Bu da düsturun keçən nəfəsə demişdim nədir? Səhifə, vur sətr, vur simvol, vurursun ender. Burada məcbur eləmirdim sizə hansı ölçü var idi, amma dedim çox vaxt baytla işləyim. Onda yaddaş bərabərdir. Səhifə necədir? 209, 205, 205, vurulsun 2 bayt. Bu kilobayta keçəndə, baytdan kilobayta keçəndə 13-ə yox, 210-a bölmək lazımdır. 210-la bunlar ixtisar gedir. 209-u vuranda 2, bu edir 1024 kilobayt. Deyir, opşi deyir, bu kitabın ağırlığı nə qədər olacaq? 768 burada, 1024 də burada nə qədər edir? 1792. D variant. Varınca. Kaçdınız? Hə? Bəli. İndi Sabina xanım yazıb ki, mənim səs açam bilmədim bayaqları deyir, üzrü sayın. Bu Mənim başqa məsələlər də var. İndi atıram. Onların hamısını elə bir ki, eləyəməyəcəm. Birinci şəkili atdım da, bəxtə nə çıxacaq. Gələn səfərə sizə o ev tapşırığı olaraq atarsan, sən onların hamısını atarsan mənə, mən də yoldaşlarıma məsləhət bilsəm ataram, hamınız elə onları işləyərsiniz, gələn səfərə onların mən sizə izahım verirəm, yaxşı? Siz nə edirdim? Yəni, mən sizə burada nə qədər məsələ var, hamısını atacağım. Bir-birinə bənzər formatları izah etməyin. O mənada deyil. Bildim. İndi bax, mən 9 dəqiqəyə sənin bax, təsadüfən ora atdığım birinci səhifəni götürdüm, bura göndərdim. O birinci səhifə nə olacaqsa, o indi izah eləyəcəm. Qalanları da ev tapşırığı verəcəm sizə. Bir dəqiqə baxaq. Çünki yorğunluqdan uca ölürəm. Sən hamısını mənə at günə, yaxşı? Yoldaşları da atarım, onlar da işləyərlər. Gəlin, baxaqın, uşaqlar. Şimdi video, bayaqdan video arzlayırdıq. Baxaq 22-yə. Deyir 20 kadr böl saniyə ilə işləyən video var. Bu əgər 1 saniyə 20 kadr ötürürsə, bu deyir video təsvir 10 saniyəyə gedir. Deməli nə qədər? 10 vurulsun 220, 200 də burada kadrımız var. Bu video təsvirin hər bir kadrı bu ölçüdən ibarətdir. 64 rəngçalara malikdir. Bu video təsvir nə qədər? Türkçə də. 200-ü də vururuq. Ay, sağ ol da. Yaddaş bərabər deyir. 20-ni vururuq 10 saniyəyə. Vururuq şəklin ölçüsünə. Şəklin ölçüsü deyir ki, 2/6-nın 2/7-yədir. 64 rəngçaları varsa aşağılarım. Burada neçədən? Bir dənəsi nə qədərdir? 6 bitdi. Afərin sizə. İndi fiyo da nə qədər yer tutur. Görürəm ki, cavabların çoxu kilobaytlansa, gəlin biz də kilobaytla hesablayaq. Bu belə nəyə? 2/13-ə. 2/13-lə bu 6 ilə 7 gedir. Qalır 20 vurulsun 10, 200. O da buranda 6 edir 1200 kilobayt. Görün belə cavablar var. B variantı. Başa düşdünüz Səbinə? Aydındır. Bilməm. Əla. Sonra gəlin indi 21-ə baxaq görək nədir. Bir qrafik təsvirində üfüqi nöqtələrin sayı 512. Da. Elə ki, bu qrafik təsvirindir sən. Bu sənin qrafik təsvirindir. Bunu deyir üfüqi nöqtələrin sayı. Üfüqi nöqtələr deməkdir sətr üzrə. Bayaqlar dedim sizə. Deyir bura 512-dir. Şaquli nöqtələrin sayı da bu da deyir 1024.
bitdən ibarətdir. Bu təsvir yaddaşda 1,5 MB yer tutur. Qrafik təsvirin hansı rəng modelində kodlaşdırılmışdır? Gəlin baxaq. Yaddaş bərabərdir, yəni 1,5 MB bərabərdir. A ilə B-ni verib 2/9 vurulsun 2/10 vurulsun n biti. O bizə naməlum idi. Çevirək bunun hər tərəfini bitə. 1,5-i vururam nəyə? 2/23-ə də megabaytdan bitə gələndə 23-ə vururam. Bərabərdir 2/19 vurulsun n. 23 dənəsindən 19 dənəsi ixtisar gedəndə burada qalır 2/4. Onda n buradan bərabərdir. 1,5 vurulsun 2/4. Yəni 16-ya. Bu da deyir 16 dənə. Bir də yarısı 8. O da deyir 24. İndi 24 bitlik palitranın adına nə deyirsiniz? Hansıdır bunlardan? Yox, ya bu RGB-dir. Yunus açdırdı. RGB variantı. Bircə dəqiqə yazdığınızı oxuya bilmirəm. 1,5 MB bərabər 2/3 yazmısınız? 2/9'dur bak. Bu. Bak. Sabine bak. Bura 512 2/9'dur. Ölçüsü. Bir de 1024'dür. Yani 2/10. Yazmışam 2/10. Vurulsun n bit. Verib düstura koydum yerin. Buradan n'ini tapdım. 2/19 vurulsun n bərabərdir. 1,5 vurulsun 2/23. Hər tərəfi bitə gətirdim də qaydadır. Hər tərəf burada bitə gətirdim. Elə yazmasaq olmaz ki 512 vur 1024. Necə? Niyə olmur? 512 1024'e vuranda gelip çıxırsınız 50 minə nə lazımdır? 500 min, 50 min nədir? Ona göre 2/9 kimi ben ona göre özümü öldürürəm də 2'nin qüvvətlərini öyrənin. Çünki niyə? Siz axı bölgələrdə 2'nin qüvvətinə böləcəksiniz. Misal üçün bax mən niyə dedim? Götürdüm 2/23'ə vurdum da megabaytdan bitə çevirəndə qızım düz deyil. Yəni 2/23'ü mən sənin dediyinlə öyrənsəm 2/20 1.048.576'dır. 2/3 də 8'dir. Edir 8 milyon 8 gördüm 200 hardasa 70 min. 8 milyon 270 bindən işləmə bilsən imtahana qədər vaxt istədi. Düşdün. Bəli. Ay sağ ol. Da yoruldum mən. Uşaqlar, bəs bu qədər. Yorğunam. Çox sağ olun. Sən düsturları versiz mənə. Kitabda az düstur var. Düsturları qrupa atdı qız. Skrin edib. İndi mən də bu günləri sizə şey atacağım. Paint proqramını atacağım. Bax görün nə deyirəm. Paint proqramının sonunda səhv eləməmsə şeyləri yazmışam mən. Rənglərin kodlarını yazmışam, bir genişlənmələri falan hamısını yazmışam. Qəşəng bir də oradan oxuyur. Atmışam da keçən gün bir paint. Kod hissəsində məsələn şey var. Məsələn qırmızı rəng FF4.0 255.00 o lazımdır 255 hissəsi yoxsa yox? 255 nə dedin? Mən nə dedim? Mən kitab biraz ətraflı yazır. Məsələn qırmızı rəngi 2 dənə F 4 dənə 0 vermir. Bir dənə yazdım. Bir dənə yazdım qızım, bir dənə yazdım. 2 dənə F 4 dənə 0. Aha, bu normal öz kodudur qırmızı. Aha, deyir bu bərabərdir nə yazır? Burada 255.0.0. Bu nəyə yazır sənin üçün? Bu elə buna deməkdir. FF nədir? 16-lıq say sistemi, düzdürmü? 16-lıq say sistemində bir dənə simvol neçədir? Bitdi. 2/4-də axı. Bu 4, bu 4. Bu sənin üçün nə verir? 8 verir də, düzdürmü? 8 verir axı. 4, 4, ikisi cəmi 4 bit, 4 bit, 8 bit verir, düzdürmü? Bu da 8 bit, bu da 4, 4, 8 bit, bu da 4, 4, 8 bit verir. Bu sənin sadəcə 16-lıq sistemindən 10-luq sisteminə keçən adım verir sənin üçün. 255, 10-luq ədədlər neçədən başlayır? 0-dan başlayır da Sabina. 0-dan başlayanda, 10-luq ədəd 0-dan başlayanda 0-dan 255-ə qədər neçədən ədəd edir 0-da daxil olmaqla? 256 edir axı. 256-da 208 olduğuna görə bu da burada 8 deyir. Yəni eyni şeyi gətirib çıxardır sənin üçün, yaxşımı? Yəqin ki düşməzdir çünki çox xırdalıqdır. Çox xırdalıqdır. Belə ki, bir də FF yadda saxla gələn ki 255 deməkdir. Füsuda bu ilə də yadda saxla ki FF 255 deməkdir. Pikdir də, pik. Sənin üçün sən keçən dəfə dərsdə olmamısan, sən ona görə o bilmirsən. Mən onların hamısı keçən dəfə dərsdə izah eləmişəm uşaqlara. Sən ona görə çətin gəlib. Oranı görün videosunu tapsam sənə atarım. Lazım da olar sən Sabina. Onlar xüsusi öyrətmələri heç bir uşaqlara öyrətməmişəm ki, onların düsturlarını dedim, onlarla yadda saxlayırlar. Sən çalışaram ki, video atım. Çünki bizdə burada 8 biti yaratmalıyıq. Bax RGB-də bax RGB. Buna nəyə görə 24 bit deyirik? 3 dənə rəng 24 bit yaradıbsa, deməli 8, 8, 8 olub. Bu 8 bitləri 10-luqla da adlandıra bilərik, 16-lıqla da adlandıra bilərik. 16-lıqla adlandıranda onun piki 16-lığın F-dir deyə mən 2 dənə F məcburam yazıram ki, çünki onun bir dənə maksimum piki 16-lığın F-dir, o da 4-dür. Çünki 2/4 olduğuna görə. Məcburam 2 dənə FF yazım ki, 2 dənə pik. Yəni 2 dənə 4, 4 mənə 8 versin. Amma 10-luqda isə fikirləşirəm bir dənə 255 yazmağım kifayət vericidir. Çünki ədəd 0-dan başlayanda 0-dan
255'e gider 0 sayıları da 256'da. O da 208 olduğuna göre bu da 8'e bərabər edir. Aha, Düşün. bunu necə RGB-ni necə əzbərləmişəm? 224, yəni 3 byte və ya 24 bit kimi. Aha, düzdür. Bu qədər. Elə. Yəni sən ana sual cavab verəndə ki, RGB rəng modelində bir təsviri və bir rəngçaların yaddaşda tutduğu yer və yaxud da bir rəngçaların dərinliyi sən 24 bit yazmalısan. Amma deyər ki, RGB rəng modelində neçə rəngçaları var? Bu zaman 224 dənə deməlisən. Harca 16 milyon yarım zat belə bir ədəd edir. Aha, rəng sayı deyəndə 224. 200. Ay, sağ Amma- ol. Palitrada yəni. Bir nöqtənin həcmi soruşsa deyəcəm 3 byte 24. 24 bit. 3 byte ya da 24 bit. Hə, ikisi də deyə bilərsən. Düzdür. Belə. Çox sağ ol. Oldu. Gecəniz xeyrə qalsın. Sizin Özünüzü də qoruyun mənim. uşaqlar. Sağ olun. Oldu mənim sağ olun. Sağ olun. Sağ olun.